Tələbələr, mən Lamiyə Qəhrəmanlı. Bugün sizə 2026-cı il 2-ci ayın 8-də Master Əlifba Tədris Mərkəzinin keçirdiyi sınaq imtahanının məntiq suallarının izahına baxacağıq. Dostlar, elə isə başlayırıq 46-cı sualdan. 46-cı sual qeyri-aşkar operator sualdır və qaydası belədir. Bizə verilən ədədləri toplayırıq. Alınan ədədin rəqəmlərini bir-birinə vurduqda bizə cavabı verir. Dostlar, bu qayda ilə baxsaq, 18 ilə 19-u toplayıram. Alıram 37. 37-nin rəqəmləri hasildə bizə 21 verir. Və yaxud da 11 ilə 23-ü toplayırıq, alırıq 34. 34-ün rəqəmləri hasili 12 eləyir. Onda bu məntiqlə baxsam, 45 ilə 26-nı da toplayanda 71 alınır və 71-in rəqəmləri hasili 7 eləyir. Yəni doğru cavabımız Y variantı olacaq. Dostlar, keçirik 47-ci suala. Fiqur ədəd sualımız var burada. Diqqət etsəz, kənardakı ədədlər böyük, içəridəkilər balacadır. Onda bu o deməkdir ki, biz içəridəkilərin vasitəsilə kənardakıları almalıyıq. Dostlar, 13-ə baxsaz, 13-ün qarşısında 2 dənə ədəd verilib, 4 ilə 6. Mən 4 ilə 6-nı toplasam 10 alıram. Üzərinə mərkəzdəki 3-ü gəlsəm, bizə 13 qiyməti verir. Və yaxud da dostlar, eyni qayda ilə sağ tərəfə baxıram. 11-in qarşısında 6 ilə 2 var. 6 ilə 2-ni toplayanda 8 eləyir. Üzərinə mərkəzdəki 3-ü gəlsəm, alıram 11. Onda dostlar, qayda belədir ki, hər hansısa bir kənardakı ədədi almaq üçün onun qarşısında yerləşən 2 ədədi toplayıb üzərinə mərkəzdəkini gəlməliyik. Onda dostlar, bu qaydanı tətbiq eləsəm, sualın qarşısında 4-dən 3 var. Onda sual bərabərdir. Qarşısında olan 4-lə 3-ü toplayıram, üzərinə mərkəzdəkini gəldirəm, 3-ü gəldirəm, bu da eləyəcək 10. Buna görə cavabımız olur B variantı. Dostlar, keçirik 48-ci suala. Baxın, bizə fəza fiqurlarından kub verilib. Kubun bir görünüşünü verib bizdən başqa bir görünüş variantını istəyir. Gəlin baxaq. Dostlar, A variantına diqqət edəsiniz. A variantında şəkildə olan 3 üzün 3-ü də əks olunubdur. Burada görək uyğun gəlir yoxsa yox. Biz bilirik ki, baxın, tək kvadrat ikili kvadratın baxın biri ilə çarpaz yanaşı dayanıb, düzdür? A variantında isə bizdə tək kvadrat ikili kvadratlardan uzaqda dayanıb. Bu səbəbdən A variantı yanlışdır. Yəni A variantını çıxıram. Dostlar, keçirik B variantına. B variantında, baxın, verilən üzlərin hər biri burada da əks olunur. Gəlin ikili kvadratla x-in birləşməsinə baxaq. Şərtdə ikili kvadratla x necə birləşib? Baxın, x aşağıdadır. Ondan üst tərəfdə, sol aşağıda və sağ yuxarıda ikili kvadrat verilib, düzdür? B variantında isə mən bunu tərsinə görürəm. Aşağıda kvadratlar, yuxarıda x var. Onda dostlar, nümunədə verilən şəkli tərsinə formada çevirsəm, bu zaman tərsinə çevirdikdə, yəni 180 dərəcə döndərdikdə, bu zaman x yuxarıda olur və ikili kvadratlar deməli aşağıda olur və görünüşünü saxlayır. Dostlar, diqqət edirsinizsə, kvadratlar aşağıda çarpaz vəziyyətdə dayanıb, üzərində x var, yəni görünüş forması ödəyir. Bir də tək kvadratda diqqət eləsəz, tək kvadratda ikili ilə çarpaz olmalı idi. Burada da tək kvadratda ikili ilə çarpazdır, bu da ödəyir. Bir də dostlar, orientasiya tətbiq edirik. Orientasiyaya görə ikili kvadratdan təki keçib x-ə gəlirəm. Saatın əksi. Burada da ikili kvadratdan təki keçib x-ə gəlirəm. Bu da saatın əksi. Bu da ödənirsə, deməli B variantı doğrudur. Dostlar, digər variantların isə gəlin doğru olmadığını göstərək. C variantına baxsaz, deməli C variantında verilən üzlərdən yalnız tək kvadratı görürük. Dostlar, biz bilirik ki, kvadrat küncdə yerləşir. Üzlərdən x-dən söykənir, üzlərin x-dənsə uzaqda qalır. X onun uzaqda qaldığı üzlər tərəfdədir. Baxın, üzlərin birinə birləşib. Belə deyək, x onun uzaqda qaldığı tərəflərin birinə birləşib. Biz bilirik ki, kvadratın uzaqda qaldığı tərəfin biri, baxın, budur, üçbucaq birləşib. Digəri də C variantında, baxın, sağdakıdır, balaca üçbucaqları birləşib. Yəni, x bunlardan biri olmalıydı. C variantında biz x-i görmürük. Buna görə C variantı yanlışdır. Dostlar, gəlirəm D variantına. D variantında da, baxın, biz bilirik ki, burada ikili kvadratda tək kvadrat verilib, x-i görmürük. Mən orientasiya tətbiq edib x-in yerini axtara bilərəm. Dostlar, ikili kvadratdan təki keçib x-ə gələndə saatın əksini verir. Eyni ardıcılığı eləyib saat əksi istiqaməti axtarsam, ikili kvadratdan təki keçsəm və saatın əksinə gedəndə mən nöqtəyə gəlmiş çıxıram. Yəni dostlar, nöqtənin yerinə bizdə əksinə x olmalıydı. İkili kvadratdan təki keçib x-ə gələndə saat istiqaməti verir və bu zaman nöqtənin yerində x dayanmalıydı. Buna görə D variantı yanlışdır. Və dostlar, nəhayət Y variantına baxırıq.
Y variantında digər üzlər bizdə yenidir. Bir dənə tək kvadratımız, yəni şərtdə verilən üzdür. Biz bilirik ki, onun söykənmədiyi üzlər, baxın bu iki üzdür, qeyd elədiyim üzdür. Bunlardan birinə, deməli bu tərəflərdən birinə x birləşir. Eyni C variantında dediyimiz kimi. Baxın, kvadratın söykənmədiyi tərəflərin birinə x birləşməlidir. Burada isə tamamilə başqa fiqurlar verib. Buna görə Y variantı çıxır, elə qalır B variantı. Dostlar, keçirik 49-a. 49-da x şərti dilinə tərcümə sualı verilib. Mən səni görürəmin kodunu istəyir. Gəlin birinci feili axtarmaqla başlayaq. Baxın, o səni görür, o bizi görür. Hər ikisində görmək feili var. Qarşısındakı kodlarda da nuzo dari, bir də nune dari var. Hər ikisinin sonunda dari var. Buradan alırıq ki, görmək deməli dari imiş. Gətirəm, buraya yazıram dari. Sonu dari ilə bitən lazımdır. Buna görə A variantı, B variantı və Y variantı çıxılır. Bundan sonra dostlar, nəyə fikir veririk? O onları eşidir, mən səni eşidirəm. Hər ikisinin sonluqda eşitmək feili var. Nuko tara, ozu tara. Hər ikisinin sonluğunda tara var. Buradan alırıq ki, tara eşitmək deməkmiş. Onda mən səni eşidirəmə baxsaz, eşidirəmin əvvəlində mən səni var. Burada da ozo taranın əvvəlində ozo var. Deməli, mən səni birləşməsi də bizdə ozoymuş. Gətirəm, mən sənin yerinə ozo yazsam, birləşmə ozo dairə olacaq, yəni D variantı. Dostlar, keçirik 50-ci suala. 50-ci sualda da baxın, bizə fiqur analogiyasına aid belə bir sual təqdim olunub. Burada diqqət eləsəz dostlar, dairənin qarşılığı dairə veribsə, mən də kvadratın qarşılığı kvadrat axtarmalıyam. Bu səbəbdən B variantını çıxırıq. Digər tərəfdən dostlar, burada diqqət eləsək, bizim sol yuxarıda gördüyümüz tərsinə gəlibdir sağ aşağıya, yəni çarpaz olduğu hissəyə gəlib çıxıb. Onda dostlar, bizdə də sol yuxarıda olan hissəni biz necə göstərməliyik? Sağ aşağı küncdə göstərməliyik və necədirsə elə köçür. Və dostlar, sağ aşağı küncündə belə bir hissə A variantında yoxdur. C variantında bizə şaquli xəttlər verib, C-də ödəmir, amma D variantından Y variantı uyğun gəlir. Qalır məndə 2 dənə variant. Və nəhayət dostlar, digər hissəyə baxıram. Digər hissədə gəlir düz çarpazına və bizdə xətlər üfüqi idi, burada isə xətləri mənə şaquli verib. Yəni üfüqidirsə tərsinə şaquli olur. Onda dostlar, burada da diqqət eləsək, mənə xətləri şaquli veribsə, mən də tərsinə üfüqi götürməliyəm. Üfüqi xətləri olmalıdırsa, Y variantı deyil, cavabımız olmalıdır D variantı. Dostlar, keçirik 51-ə. 51-də fərqli fiqurun tapılmasına aid sual verilib bizə. Dostlar, biz bilirik ki, fərqli fiquru tapmaq üçün ən ideal həll yolu şəklin birini, variantların birini vərəqə çəkib, vərəqə hər dəfə fırlatdıqca bütün variantları alınır, variantlardan biri alınmır və bu zaman deyirik ki, həmin variant fərqlidir. Sadəcə mən bu dəqiqə sizin üçün bunu çəkib göstərə bilmədiyim üçün mən tamamilə başqa bir qayda deyəcəm. Dostlar, biz bilirik ki, şəkildə 2 dənə qara hissə var. Bir kənarda, baxın, böyük qara hissə, bir də içəridə balaca bir qara hissə var. Dostlar, kənardakı böyük qara hissənin olduğu hissədən balaca qara hissəyə getdikdə mənə saat əqrəbinin istiqamətini verir. B variantında da kənardakı böyükdən ardınca ardıcıl olaraq balaca qaraya getmək üçün mənə saatın istiqamətini verir. C variantındakı kənardakı böyükdən balaca qaraya doğru gedəndə saatın əksini verir. Baxın, burada saat istiqaməti, burada da saat istiqaməti, C variantında isə saatın əksi istiqamətini aldım. Bu səbəbdən deyə bilərik ki, C variantı fərqlidir. Eyni qaydanı D-də də yoxlayırıq. Böyük qara hissədən balaca qara hissəyə getdikdə saat istiqaməti, Y-də də böyük qaradan balaca qaraya getdikdə saat istiqaməti. Hər birində saat istiqamətidir, bir dənə C-də saat əqrəbinin əksidir. Ona görə C variantı fərqli olur. Dostlar, keçirik 52-yə. 52-də bizə deməli sudoku sualı verilib və sudokuda A və B-ni tapıb cəmləməliyik. Bizdən bunların cəmini istəyir. Dostlar, gəlin başlayaq. Baxın, sudokunun qaydası belədir ki, bizə neçə simvol verilirsə, həmin sayda sətir sütun verilirdi. Və qayda belədir ki, verilən simvolları sətir sütuna elə yerləşdirməliyik ki, heç bir sətirdə və ya sütunda təkrarlama olmasın, yəni təkrar rəqəm yaza bilmərik və qalın xətlərlə bölünmüş hissələrdə də eyni rəqəmi təkrar yaza bilmərik. Qaydamız belə idi. Dostlar, onda bu şərt daxilində mən plusun içərisinə baxıram birinci. Plus işarəsinin içərisində 2-ni hara yaza bilərəm? Baxın, bu damalardan, nöqtə qoyduğum damalardan heç birinə 2 yazmaq olmur. Çünki 3-cü sətirdə onsuz da bizim 2-miz var. Onda plusun içində 2-nin yeri haradır? Olacaq bizdə yuxarıdakı dama.
Sonra dostlar keçid edirəm, baxıram 3-cü sütuna. 3-cü sütuna diqqət edəsəz, 3-cü sütunda 1, 2, 3 rəqəmləri var, 4 ilə 5 çatmır. Baxın, nöqtə qoyduqlarım biri 4-dür, biri 5 olmalıdır. Aşağıda 5 var deyə 4 yazıram aşağı, gətirəm yuxarıdakına 5 yazıram. Və dostlar, bundan sonra keçirəm deməli 4-cü sətrə. 4-cü sətirdə 3, 4 rəqəmləri verib, bizdə 1, 2, 5 çatmır. Biz bilirik ki, bu damalardan heç birini 2 yaza bilmərik. Çünki bu beşlikdə qalın xətlə ayrılmış hissədə 2 var. Onda 2-nin yeri olacaq bizdə sağ tərəf. Yəni 4-cü sətrin ikisi olmalıdır sağ tərəfdə. Qalır bizdə deməli 2 dənə dama, biri 1, biri 5-in yeridir. Mənim ikinci sütunumda 5 var deyə bura 1 yazıram, 5-i sol tərəfə yazıram. Və dostlar, ikinci sütuna qayıdıram. İkinci sütunda 1, 5-im var, 2, 3, 4 çatmır. 2-ni bu damaya yaza bilmərəm, çünki 3-cü sətrin ikisi var. 2-ni A-nın alt hissəsindəki damaya da yaza bilmirəm, çünki sağında 2 var. Onda 2 olacaq A-nın özü. A-nı tapırıq buradan 2. Və dostlar, B-ni axtarsam sonuncu sətrə baxıram. Sonuncu sətirdə 5 ilə 4 verilib, bizdə deməli 1, 2, 3 çatmır. 1, 2, 3-dən 2-ni birinci damaya yaza bilmirəm, çünki yuxarıda 2 var. 2-ni 4-ün sağına yaza bilmirəm, çünki yuxarıda 2 var. Onda 2-ni yazmaq üçün ancaq bir dənə variantımız qalır, B-nin özünü yazmaq. Və buradan alırıq ki, A da 2, B də 2-dir. Məndən cəmini istəyir, olacaq 4. Yəni cavabımız olur Y variantı. Dostlar, keçirik 53-cü suala. 53-cü sualda bizə analogiya sualı verib və dostlar, gülün 2 növü verilib. Baxın, nərgizlə bənövşə. Deməli, ortada ümumi, qıraqda isə onun növlərini götürməliyik. Bu məntiqlə baxsaq dostlar, ağacın növü kömürlə odun deyil. Buna görə A variantı doğru ola bilməz. Rayonun növü Şirvan deyə bilmərəm. Şirvan şəhərdir. Ona görə B variantı da ola bilməz. İnsanın növü kimi qol, bədən deyə bilmərik. Ona görə C variantı da ola bilməz. Avropanın növü Braziliya, Fransa deyə bilmərik. Bunlar ölkələrdir. Ona görə D də ola bilməz. Və dinlərdən İslam və Buddizm var və növü mənasında gedir. Buna görə Y variantı doğrudur. Dostlar, gəlirik 54-ə. Bizə kodlaşma sualı verilib. Kodlaşma sualının qaydası belə idi ki, hər bir hərfi müəyyən bir hərflə kodlaşdırırdı və yanında yazılan rəqəm onun neçənci hərfin kodu olduğunu göstərirdi. Əslində bunu istifadə edə bilərik. Sadəcə mən daha aydın olsun deyə yazılı formada göstərəcəm. Dostlar, mübahisə sözünü nümunə kimi göstərsəz, mübahisə sözündə üzr istəyin, səhv yazdıq. Deməli, mübahisə sözünü nümunə kimi götürsək, mübahisə sözünün rəqəmlərini yazırıq. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 rəqəmlidir, hərflidir daha doğrusu. Dostlar, burada qarşısında kodlar var. L2 yazılıb. Bu o demək ki, ikinci hərfin kodu L-dir. A5 yazılıb. 5-cinin kodu deməli A-dır. X1, birinci hərfim X ilə koddaşıb. Z6, 6-cı hərf Z ilə koddaşıb. D7. Deməli, 7-ci hərfin kodu D-dir. B3, 3-cünün kodu B olmalıdır. H8, 8-cinin kodu H-dır. Və nəhayət K4, 4-cü hərfin kodu K olmalıdır. Eyni qayda ilə əziyyət və qanuni də yazmaq olar, amma ehtiyac olmayacaq. Dostlar, məndən 6 hərfli söz istəyir, düzdür? 6 hərfli istəyirsə, baxın, 1, 2, 3, 4, 5, 6. 6 kodu veribsə, deməli 6 hərf lazımdır. Buna görə B variantını çıxıram ki, B variantında 5 hərfli söz var. B variantı çıxılır. Və burada diqqət edəsəz, dostlar, birinci hərfin kodu F verib, düzdür? Biz buradakı kodlardan F-i heç birini tapa bilməmişik. Ona görə birinci hərfi saxlayıram. İkinci hərfin kodu H yazıb. Dostlar, buradan bilirik ki, H bizdə Ə hərfinin kodudur. Baxın, mübahisədə Ə hərfinin kodu H-dır. H deməli Ə hərfinin kodudur və məndə neçənci olmalıdır? İkinci. İkincisi Ə hərfi olan zəmanə var. Bu da olur A variantı. Deməli, və yaxud da dostlar, üçüncü hərfi axtarsaz, üçüncü hərfimizin kodu X-dır, düzdür? Biz bilirik ki, mübahisədə X birinci hərfin kodudur, yəni M-in kodudur. Deməli, X M-dir və məndən üçüncü yerdə istəyir, yəni üçüncü hərfim M olan zəmanə var. Buna görə cavabımız olacaq A variantı. Növbəti dostlar, baxırıq 55-ə. 55-də xəyali kəsik sualı verilib. Dostlar, xəyali kəsiyə görə kəsik ümumiyyətlə belədir ki, vərəqi 3 bərabər hissəyə bölür. Baxın, 3 dənə bərabər hissəyə bölür. Bir dəfə bunun sol tərəfini ortaya qatlayır. Bir dəfə də bunun sağ tərəfini orta hissənin üzərinə qatlayır. Onda dostlar, bizə verilən şəkildən bir dəfə sola
güzgü əksi almalıyıq, bir dəfə də sağa. Dostlar, mən bunu sağ tərəfə atsam, bu zaman üçbucağın qarşısında əksi alınır. Düzbucaqlı kənardadır, kənarda düzbucaqlı götürməliyəm və kənar tərəfdə üçbucaq verib əks formasından olan üçbucaq götürməliyəm. Və növbəti dəfə şəkli sol tərəfə açmalıyam. Deməli, bir dəfə solu içəri qatlamışdı, bir dəfə də sağı. İndi sol tərəfə açmalıyam. Dostlar, biz sol tərəfə açmamış variant çıxa bilərik. Biz bilirik ki, şəklin sağ tərəfində böyük bir üçbucaq olmalı yuxarıda. B-də baxın, bunun bir tərəfini verməyib B variantı çıxır. A-da da sağ tərəfini verməyib A variantı da çıxır. Amma digər variantlarda bu ödənir. Sonra dostlar, biz bilirik ki, sağ tərəfdə baxın orta ilə sağ tərəflik əks formada üçbucaqlar olmalıdır, düzdür? Bu bizdə əslində ödənir. Amma D variantında baxın, D variantında bu üçbucağın forması orta düzgün göstərilməyib. Ona görə D variantda çıxır. Şəkli davam edib sol tərəfə də atsam, baxın bunun eynisindən, ortadakı üçbucağın eynisindən solda da almalıyam, sol yuxarıda. Ortadakı düzbucaqlı böyüyür, uzun düzbucaqlı formasına gəlir. Baxın, C variantında bu uzanmayıb, ona görə C variantda çıxır və aşağıdakı üçbucağın qarşısında əksini almalıyam. Bu da hamısı ödənən bizdə Y variantıdır. Buna görə cavabımız Y variantı olmalıdır. Növbəti gəlirik dostlar, 56. 56-da A variantında məftil sözü yazılıb. A-da məftil, B-də fars, C-də türk, D-də avar və Y-də də ləzgi sözü verilibdir. Bunların hamısına baxsaz millətlərdir, amma məftil fərqlidir. Buna görə A variantı doğru cavabımız olacaq. Növbəti dostlar, 57-yə baxırıq. Bizə fiqur cədvəli verilib və içərisində operator olan sual tipidir. Dostlar, 14 ilə 30-dan alıbdı 2. Necə alır? Götürür 14-ün rəqəmlərini cəmləyir. 14-ün rəqəm cəmi 5 eləyir. Bundan çıxır 30-un rəqəm cəmini, yəni 3-ü. 5-dən 3 çıxanda qalır 2. Eyni qayda ilə baxsam, 61 ilə 22-dən 3 alıb. 61-in rəqəm cəmi 7 eləyir. 22-nin rəqəm cəmi 4 eləyir. 7-dən 4 çıxanda alıram 3. Onda dostlar, eyni qaydanı suala tətbiq eləyirəm. Sual şarəsinin solu 61-dir, yuxarısı da 32-dir. Onda 61-in rəqəm cəmi 7, 32-nin rəqəm cəmi 5, 7-dən 5 çıxanda qalacaq 2. Yəni, doğru cavabımız olacaq D variantı. Növbəti dostlar, gəlir 58-ə. 58-ci sualda bizə 2 dənə qrafik verib. 2 qrafik verib. Birində deməli K-nın qrafikidir, digərdə M-in qrafikidir. Aşağıda məndən K-nın M-ə nisbətini istəyir. Dostlar, K-nın M-ə nisbətini istəyir. Gəlin baxaq, mən X üçün baxsam, deməli K-da olan X-in qiyməti 6-dır, M-də olan X-in qiyməti də 6-dır. Mənə deyir ki, K-ları M-ə böl. Onda mən X-i tapanda, növbəti qrafikdə X-i tapanda K-nı M-ə bölməliyəm. Deməli dostlar, K-nın X-i 6-dır. M-in X-i də 6-dır. 6-nı 6-ya bölündə 1 alıram. Yəni, növbəti yazacağım qrafikdə X-in 1 olacaq. Keçirəm növbəti Y-ə. Dostlar, K-nın Y-i 8-dir, M-in Y-i də 4-dür. Onda 8-i 4-ə böləndə alacam 2. Y-imiz 2 olmalıdır. Növbəti Z-i axtarıram. K-nın Z-i 12-dir, M-in Z-i də 3-dür. 12-ni 3-ə böləndə alacaq 4. Yəni, Z-imiz 4 olmalıdır. T-yə baxsaq, K-nın T-si 10-dur. M-in T-si 5-dir. Onda 10-u bölürəm 5-ə, bərabərdir 2. Və nəhayət dostlar, U-nu axtarırıq. K-nın U-su 4-dür. M-in də U-su 2-dir. Onda 4-ü də bölürəm 2-yə, bu da olacaq 2. Gəlin baxaq. Dostlar, X-imiz olmalıdır 1. X-in 1 olması A-da da, B-də də ödənir. Baxın, gördüyüm variantlar bunlardır deyə hələ ki bunlarla baxıram. Y-imiz 2. Baxın, Y-in 2 olması A-da da, B-də də ödənir. Z-imiz 4. A-da da var, B-də də var. T-miz 2. A-da da ödənir, B-də də ödənir. Və U da 2 olmalıdır. A-da baxın, U-ya 1 uyğun gəlir. Buna görə A ödənmir. Amma B variantında U-ya 2 düşüb, B variantı ödəyir. Buna görə cavabımız B olacaq. Növbəti dostlar, keçirik 59-a. 59-da 4, 24, bir də 216 yazılıb, düzdür? Dostlar, burada diqqət edərsəz, 216, 64, 27 və 125 bunlar kub ədədlərdir. 216 6-nın kubudur, 64 8-in kubudur və s. Bəs mən bu ədədləri necə alıram? Əgər 24-ü 4-ə bölsəm 6 eləyər, kuba yüksəldiyində 216 alıram. 36-nı 9-a bölsəm 4 eləyər, 4-ün kubu 64 eləyir. Onda dostlar, qayda belə oldu ki,
Ortadakı ədədi birinci ədədə bölüb neynəməliyəm? Kuba yüksəltməliyəm. Mənə sağdakı ədədi verəcək. 36-nı bölürəm 9-a 4 eləyir. Kuba yüksəldəndə alıram 64. Onda nəhayət, nəyi mən 6-ya bölüb kuba yüksəltsəm 125 eləyər? Dostlar, biz bilirik ki, 5-in kubu 125 eləyir. Deməli, sualı 6-ya böləndə 5 almışıq ki, kubu 125 eləyib. Bəs nəyi 6-ya bölsəm 5 alıram? 30-u. Buradan alırıq ki, sual işarəsi 30-uymuş. Onda dostlar, 30-u 6-ya böldüm 5 dəfə. 5-in də kubu oldu 125. Deməli, cavabımız 30 olmalıdır. Bu da A variantı. Növbəti dostlar, keçirik 60-a. Fiqur arcılığı sualı verilibdir bizə. 60-da diqqət edəsəz, dairə hər dəfə bir küncdədir. Baxın, dairə bizdə deməli solda aşağıdadır. Sonra solda yuxarıdadır. Sonra sağda yuxarıdadır. Hər bir küncdə olub, sağ aşağıda olmayıb. Elə bil ki, saat əqrəb istiqamətdə hərəkət edir. Sol aşağı, sol yuxarı, sağ yuxarı, sağ aşağıda olmalıdır. Sağ aşağıda olduğu künc bir dənə bizdə D variantıdır. Buna görə cavabımız D olacaq. Digər fiqurları da axtara bilərik. Baxın, üçbucaq birinci damadadır, sonra ikinci dama, sonra üçüncü, növbəti gəlməlidir ikinci sətrin dördüncüsünə. Üçbucağın deməli ikinci sətrin dördüncüsü olması yenə D variantında ödənir. Dairəyə baxsaz, dairəyə baxdıq. Növbəti bir də kvadrata baxırıq. Kvadrat baxın küncdədir. Diaqonal istiqamətdə bir addım irəliləyir, gəlir baxın ortaya. Bir addım da irəliləyir, gəlir orta aşağı hissəyə. Bir addım da irəliləsə, gəlməlidir sol aşağı küncə. Eynən D variantı kimi. Buna görə cavabımız D-dir. Dostlar, 61-ə baxırıq. Deyir, Əsmərin hal-hazırda 7 yaşı var və bu onun nənəsinin 5 il sonraki yaşının 9-da 1 hissəsinə bərabərdir. Nənənin 4 il sonra neçə yaşı olacaq? Bizdən bunu soruşur. Dostlar, deyir ki, Əsmərin 7 yaşı var və bu nənənin 5 il sonraki yaşının 9-da 1-idir. Onda dostlar, Əsmərin yaşı 7 bərabərdir. Nənənin yaşını n-lə ifadə edirəm. Nənənin 5 il sonraki yaşı n üstəgəl 5 olur. 5 il sonranı tapanda üzərinə 5 gəlirəm və həmin yaşın 9-da 1-nə. Vurulsun, deməli 9-da 1. Deməli, nənənin yaşının 5 il sonraki yaşının 9-da 1 hissəsi Əsmərin indiki yaşına bərabərdir. Bu şəkildə yazırıq. Dostlar, onda burada deməli 9-da 1-ə vurmuşuqsa, 9-da 1-i sol tərəfə keçirəndə 7-ni 9-a vurmaq olacaq. Yəni 63 olur. 63 bərabərdir n üstəgəl 5. Buradan da n bərabərdir. 63-dən 5 çıxsam, qalacaq 58. Yəni, nənənin hazırda 58 yaşı var. Məndən nənənin 4 il sonraki yaşını istəyir. Dostlar, 4 il sonra nənənin yaşı 4% artmalıdır. Yəni, 58-in üzərinə 4 gəlirəm, alıram 62. Yəni, C variantı. Növbəti dostlar, keçirik 62-yə baxırıq. 62-ci sualda bizə fiqur cədvəli sualı verilib. Dostlar, birinci şəkillə ikinci şəkli üst-üstə qoyanda üçüncü alınır. Gəlin baxaq. Baxın, ikincini gətirib birincinin üzərində çəkirəm. Baxın, bizə üçüncü şəkli verir. İkinci sətirdə də, deməli, ikinci şəkli gətirib birincinin üzərində çəksək, baxın, bizə üçüncü şəkli verər. Onda dostlar, bu məntiqlə baxanda, burada da ikincini gətirib birinci şəklin üzərində çəkəndə, baxın, bizə deməli hansı variantı verir? Baxın, C variantını verir. Buna görə cavabımız C olmalıdır. Növbəti baxırıq 63-ə. Dostlar, 63-cü sualda deformasiya sualı verilib bizə. Fiqur ədəd mövzusundan olan deformasiya sualı. Biz deməli, hər bir fiqura neçə dənə fiqur birləşir? Birinci onları yazmalıyıq. Baxın, ulduza ikisi birləşib. Dairəyə ikisi birləşib. Kvadratı 3-ü birləşib. Üçbucağa 3-ü birləşib. Nöqtəli dairəyə ikisi birləşib və qara kvadrata da 4-ü birləşib. Eyni qayda ilə sağ tərəfdə də nömrələyirəm. Soldakını ikisi birləşir. Yuxarıdakını 2, sağdakı 3, aşağıdakı 3, altdakı 2 və soldakı 4. Biz bilirik ki, dostlar, 2-dən 3-də nədir? 3 dənəlidən 2 ədəd verib və 4-dən 1 dənədir. Və 4 bizdə qara kvadratdır. Gətirəm onu da sağ tərəfdə də 4-ə qara kvadrat yazıram. Dostlar, biz bilirik ki, kvadrat ulduza birləşir. Kvadrat x-li kvadrata birləşir. Üçbucağa da birləşir, nöqtəli dairəyə də birləşir. Bir dənə bunun birləşmədiyi qara dairədir. Onda dostlar, gəlin baxaq. Kvadrat ürəyə birləşib. Baxın, bu sağdakı üçlüyə birləşib. Bu qar dənəciyinə birləşib və aşağıdakına birləşib. Birləşmədiyi yuxarıdakı ikili olandır. Onda həmin ikili bizdə də birləşməyən qara dairə idi. Deməli, qara dairədir. Gətirib bura qara dairə yazıram. Və bundan sonra xətləri silirəm ki, qarışdırmayım. Baxın, xətləri silirəm buradan. Sadəcə göstərmək üçün yazmışdıq. Biz bilirik ki, dostlar,
Qara dairə bir üçlüyə birləşir, bir dənə də ikiliyə birləşir. Onda sola baxıram. Qara dairənin birləşdiyi ikili ulduzdur. Gətirəm qara dairənin birləşdiyi ikiliyə ulduz yazıram sağ tərəfdə və qara dairənin birləşdiyi üçlü x-li kvadratdır. Bunun da birləşdiyi üçlüyə gətirəm x-li kvadrat yazıram. Və dostlar, əlimizdə bir dənə 2, bir dənə 3 qalır. Bizim deməli yazmadığımız 2 nöqtəli dairədir. Onda qalan ürəyə, yəni ikiliyə nöqtəli dairə yazıram və bizim yazmadığımız bir də üçbucaq var, düzdürmü? Üçbucağı sağda qeyd eləməmişik. Üçbucaq da üçlüdür, gətirik qara dənəciyinə də üçbucaq yazırıq. Buradan alırıq ki, ürək deməli nöqtəli dairə olmalıdır. Qar dənəciyi üçbucaq olmalıdır. Buna görə cavabımız olur Y variantı. Və dostlar, keçirik 64-ə. 64-də bizə dörtlü tərəzi veribdir və məndən J-nin qiymətini istəyir. Və dostlar, bu tipli suallarda şərtə mütləq şəkildə diqqət edirsiniz. Bəzən 1-dən 9-a, bəzən 1-dən 8-ə, 1-dən 7-yə verir. Hətta burada 0-dan 9-a qədər verib. Deməli dostlar, istifadə edəcəyim rəqəmlər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmləridir. Biz bilirik ki, dostlar, bizim bir dənə A-mız 4 dənə B, bir dənə C-yə bərabərdir. Və hər bir fiqurun qiyməti maksimum 9 ola bilər. 9-dan böyük qiymət ala bilməz. Onda dostlar, 4 dənə B, 1 dənə C bizə A-nı verir. Digər tərəfdən C-nin qiyməti də bu qədər fiqurun qiymətindən ağırdır. Onda dostlar, buradan belə bir nəticəyə gəlirəm ki, mən C-nin üzərinə 4B gələndə A-nı alıram. Yəni, maksimum 9 edə biləcək qiyməti alıram. Və mənim bu qədər 6 dənə figurumun cəmi də C-dən yüngül olmalıdır. Onda dostlar, bu iki şərtin ödənməsi üçün C-yə biraz minimal qiymət yazmalıyam. Çünki C eyni zamanda çoxlu fiqurun cəmindən ağırdır. Eyni zamanda C-ni nələrlənsə toplayanda mənə bir rəqəmli ədəd verməlidir. Ona görə C-ni bacardığımız qədər kiçik götürürük. Dostlar, başlayıram sağdakı tərəzdən. C ən kiçiyi nə ola bilər? Baxın, Y-lər daha çoxdur deyə sayı çox olana ən kiçik rəqəm yazıram, sıfırlar. B-lər 2 dənədir, yəni nisbətən sayı artıqdır. Buna birər yazıram. Və başqa ən kiçik yaza biləcəyim rəqəm 2-dir deyə D-li 2 yazıram. Bu zaman bu cəmim 4 olur. Və C 4-dən ağır olmalıdır. 4-dən ağır, amma nəzərə almalıyam ki, C-nin yanına başqa rəqəmlər də yazanda mənə hər hansısa bir fiqurun qiymətini verməlidir. Yəni, maksimum 9 eləməlidir, 9-u aşmamalıdır. Onda dostlar, C-ni bacardığım qədər kiçik götürməliyəm. C-ni ən kiçik 4-dən ağır 5 yaza bilərəm. Gətirib solda da C-nin yerinə 5 qiyməti yazsam, daha öncə B-ləri 1 adlandırmışdıq, yandakıları da 1 yazsam, toplam 9 eləyir, A da 9 olur. Dostlar, bunun başqa mümkün variantı yoxdur, çünki mən C-ni artıq yazsam, bu zaman A da 9-dan böyük olar və mənim 9-dan böyük rəqəmim olmadığı üçün ancaq həlli bu formadadır. Və dostlar, biz 0, 1, 2, 5 bir də 9-u tapmış olduq, qalır bizdə digər rəqəmlər. Biz bilirik ki, F ilə H-ın cəmi bizə C-ni verməlidir. Burada 3, 4, 6, 7, 8 qalır. Bunlardan ancaq nələri toplasam, mən əgər 3 ilə 4-ü toplasam, mənə 7 verər. Baxın, qalan rəqəmlərdən 3, 4-ü toplasam, mənə 7 verər. Buradan alıram ki, F ilə H 3, 4-dür, G-də 7-dir. Dostlar, amma F ilə H-dan hansı 4, hansı 3-dür, bunu hələlik bilmirəm. Gəlirəm sağ tərəfdə, təxminə bilirəm ki, 3, 4, bir də 7 gedib, qalır 6, 8. Yəni, J-ləri ya 6-ları yazmalıyam, ya da 8-ləri yazmalıyam. Sağda mən 3 dənə ədəd yazmalıyam deyə, yəni cəmin biraz böyük olacaq deyə gətirəm J-lərə 8 yazıram. J-lər 8 olsa, bizim F-miz 4 olsa və K-ya da 6 qiymətləri yazsam, bu zaman 16, 16 cəmi alaram. 8, 8, 16 eləyər, 4 ilə 6-ların cəmi də 16 eləyər. Buradan deməli dostlar, biz aldıq ki, F 4-üymüş, F 4 olanda H-a avtomatik gəlib 3 düşür. Yəni, H hərfinin qiyməti 3 olur. Və deməli, bütün hamısını da tapmış olduq. Deyir ki, J-nin qiyməti neçədir? 8, bu da A variantı. Dostlar, növbəti keçirik 65-ə. 65-də gəlin baxaq. B-ni 7-yə vuranda bizə C verir. Yəni, C bərabərdir, yazırıq buradan 7B. A-nı 9-a vuranda bizə B verir. B bərabərdir 9A. Və dostlar, mənə deyir ki, ABC cəminə A-ya böləndə neçə alınır, bunu tapın. Dostlar, burada mən dəyişənlərin qiymətini tapa bilməyəcəm. Amma hamısını eyni dəyişənə gətirə bilərik. Biz bilirik ki, B 9A-dır. Gətirib birincidə də B-nin yerinə 9A yazsam, bu zaman alıram C bərabərdir 63A. Baxın, C-nin yerində 63A alıram. Gətirəm aşağıda əvəz edirəm. Məxrəcdə A-mız var. Yuxarıda A üstə gəlsin. B 9A-dır. C də 63A-dır. Və alıram A-da
A ilə 9A 10A eləyir. Bir də 63 gələndə alıram. Deməli 73A. 73 A-nı da A-ya böləndə A-lar gedir, qalır 73. Yəni cavabımız olacaq bizim A variantı. Növbəti dostlar, keçirik 66-ya. Yenə bizə analogiya sualı verilibdir. Bənna, kərpic, divar yazılıb. Dostlar, bənna kərpicdən divar hörür. Birinci şəxsdir, ikinci onun berdəki istifadə elədiyi malzəmədir və üçüncü isə artıq nəyi yaradıbdır onu göstərir. Bu məntiqlə baxsaq, Dülgər də taxtadan mebel hazırlayır. Deməli dostlar, Dülgər şəxsdir, ikinci taxta onun istifadə elədiyi vasitədir və üçüncü nəyi yaradıb onu göstərir. Buna görə doğru cavabımız olmalıdır Y variantı. Və dostlar, növbəti 67-yə gəlirik. 67-də, baxın, diqqət edəsəz, bizdə tək fiqur bir dəfə soldadır. Baxın, yəni B'dəki ovalın solunda dayanıb. Növbəti dəfə ovalın yuxarısında dayanıb. Növbəti dəfə ovalın deməli aşağısını görürəmsə, bir dəfə də bu ovalın sağında dayanmalıdır. Baxın, birincidə ovaldan soldadır. İkincidə ovaldan yuxarıdadır. Üçüncüdə ovaldan sağda olmalıdır. Dördüncüdə də ki, mənə aşağıda versin deyə. Onda dostlar, mən tək dairəni ovaldan sağda götürməliyəm. Ovaldan sağda olan A-da D-də ödənir, B-də ödənmir, Y-də ödənmir, bir də C-də ödənir. Və dostlar, tək dairə bir dəfə ağ olub, sonra qarı olub. Yenə növbəti dəfə bizə sağ tərəfdə ağ verməlidir, növbəti dəfə qara. Yəni, iki şəkildə qara, iki şəkildə ağ olmalıdır. Ağ olmalıdırsa A variantda çıxır və dostlar, digər tərəfdən bizdə baxın, bu ovalı aşağısı ağ, yuxarısı qaradır, düzdür. Mən saat əqrəbi istiqamətində 90 dərəcə döndərəndə ağ solda, qara sağda olur. Baxın, birinci şəkildən ikincini alıram. İkinci şəkli təzədən bir də saat əqrəbi istiqamətdə 90 dərəcə döndərəndə qara aşağı düşməlidir, ağ yuxarı. Yəni, üçüncü şəkildə qara aşağıda, ağ yuxarıda olmalıdır. Və bunu mən bir dəfə də saat əqrəbi istiqamətdə 90 döndərsəm, bu zaman ağ sağda, qara solda olur. Yəni, dördüncü şəkli alıram. Onda dostlar, bizdə yuxarısı ağ, aşağısı qara olmalıdır. Buna görə cavabımız D variantı olacaq. Keçirik növbəti 68-ə. Dostlar, 68-də arıcılıq sualı verilibdir. Arıcılıq suallarını çalışın imtahanda gördükdə böyük ədədlərin olduğu hissədən başlayın. Yəni, bu zaman səhv etmə ehtimalınız olmaz. Dostlar, 19-dan 42 almaq üçün 19-u 2-yə vuraram, 38 üzərini 4 gələrəm. 8-dən 19 almaq üçün 2-yə vuraram, 16 üzərini 3 gələrəm. 3-dən 8 almaq üçün 2-yə vururam, 6 üzərini 2 gəlirəm. Və 1-dən də 3 almaq üçün 2-yə vurub üzərinə 1 gəlirəm. Onda dostlar, qayda belədir ki, 2-yə vur, 1 gəl, 2-yə vur, 2 gəl, 3 gəl, 4 gəl, ardınca 2-yə vurub olmalıdır 5 gəlmək. Və 42-ni 2-yə vuranda 84, 5 gələndə də alırıq 89. Yəni, cavabımız olur B variantı. Növbəti keçirik 69-a. Dostlar, 69-da bizə deyir ki, bizə verilən şəkli əvvəlcə saat əqrəbi istiqamətində 135 dərəcə, sonra saat əqrəbinin əksi istiqamətdə 225 dərəcə çevirdik. Deyir, A qolunun dayandığı mövqedə son vəziyyətdə hansı qol dayanar, bunu tapın. Dostlar, şəkli 135 dərəcə, baxın, saat əqrəbi istiqamətdə döndərib. Təzdən geriyə 225 dərəcə döndərmək nə deməkdir? Baxın, biz bilirik ki, 135 döndərəndən sonra 225 döndərib geri qaytarırıqsa, 225 135-dən çoxdur. Baxın, saat istiqamətdə 135 döndərib, ardınca saatın əksinə 235, 225 döndərirəmsə, mənim saat əksi dərəcəm çox olduğu üçün fiqur sonsuzda saatın əksinə dönmüş olacaq. Ona görə dostlar, mən deməli 135-dən çıxıram 225-i, bu mənə neçə verir? Mənfi 90 dərəcə verir. Yəni, buradan alıram ki, şəkli 135 dərəcə saat istiqamətdə döndərib, geri qaytarıb 225 döndərəndə saatın əksinə 90 dərəcə dönmək alacam. Yəni, biz elə birbaşa fiquru saatın əksinə 90 döndərə bilərik. Dostlar, fiquru saatın əksinə 90 döndərəndə hər bir hissə nə qədər yer dəyişir? Baxın, 90 dərəcə kimi göstərsəm, baxın, 90 dərəcə nəyə görə belə çəkdim? Çünki opşu 360 dərəcə dümlükdə, 360-ı da 90-a böləndə 4 hissə alınır. Baxın, 4 dənə hissəyə bölmüş oldum. Şəkli 90 dərəcə saatın əksinə döndərəndə hər birisi 2 addım yer dəyişəcək. Baxın, A gələcək bizdə bu nöqtəyə. Sonra B gələcək, deməli, 2 addım yer dəyişəcək, gələcək bura. C 2 addım yer dəyişib gələcək A-nın yerinə. Bizə deyir ki, A-nın yerinə nə gələ bilər? A-nın yerinə C gələcək, bu da C variantıdır.
Deməli dostlar, saatın əksinə 90 döndərəndə hər birisi 2 addım yer dəyişmiş oldu. Yəni 90 dərəcə dönəndə əvvəlki A bizdə gəldi yuxarıda sağ yuxarı hissəyə və A-nın yerinə də gəlir bizdə deməli C. Ona görə cavabımız C variantı. Növbəti dostlar, keçirik 70-ə. 70-də maraqlı bir sualımız var. Deyir ki, A, B, C, D, E, F və X kostyumları haqqında məlumat cədvəldə verilmişdir. Bu kostyumların rəngindən danışır, qiymətindən, bir də kostyumun növündən danışır. Dostlar, bizə deyir ki, D, F və B kostyumları eyni, Y və X kostyumları müxtəlif rəngdədir. Dostlar, yazırıq D kostyumudur, F kostyumu və B kostyumu eyni rəngdədir. Burada diqqət etsəz, üçü eyni rəngdirsə, mənim burada 3 dənə qara rəngim var, 2 dənə ağ rəngim var və 2 dənə də göy rəngim var. Onda dostlar, qaradan 3 dənə olduğu üçün buradan alırıq ki, DFB qaradır. Və qara rənglərin nömrələri neçədir? Qara rənglərin nömrələri 1-dir, 4-dür, bir də 5-dir. Deməli, buradan alırıq ki, DFB 1-i 1, 1-i 4, 1-i də 5 nömrəli olacaq. Amma hansıdır bunu bilmirik. Bizə deyir ki, ən ucuz kostyumlar CAF-dir. Dostlar, onda qeyd aparıram. CAF-in qiymətləri ən ucuzlar deyir. Biz bilirik ki, üçünün qiyməti 100-dür, üçünün qiyməti 200-dür və biri də 300-dür. Ən ucuz olanlar 100 olacaq, 3 dənə 100-ümüz var. Onda alırıq ki, CAF-in qiyməti 100 olmalıdır və 100 olan bizdə 2 nömrəli, 3 nömrəli, bir də 4 nömrəlidir. 2, 3, bir də 4 nömrəli. Buradan dostlar, belə bir nəticəyə gələ bilərəm ki, baxın, DFB-dən biri 4-dür, CAF-dən də biri 4-dür. 4 hər ikisində varsa, hər ikisində eyni olan bizdə F var. Yəni, buradan belə bir nəticəyə gəlirik ki, F neymiş? F 4 nömrəli imiş. Baxın, hər ikisində 4 iştirak edir və hər ikisində F iştirak edir. Yəni, F deməli 4 nömrəli imiş. Buradan F-i tapdıq. Sonra dostlar, bizə deyir ki, D və C kostyumları eyni növdədir. D və C eyni növdədir. Dostlar, biz bilirik ki, D ya 1-dir, ya da 5-dir. Baxın, birinci məlumata görə DFB 1, 4, 5 idi. F 4 olanda D ilə B-yə 1 ilə 5 qalır. Dostlar, deməli 1 ilə 5, burada baxın, 1 kişi cinsindən növdür, 5 də qadın cinsidir, düzdür? Deməli, bizdə D ilə B 1 ilə 5-dir və bunun növü kişi ilə qadın yazıbdır. Eyni qayda ilə, deməli dostlar, biz C ilə A-nı axtarsaq, bunlara da 2-3 uyğun gəlir. C ilə A da 2-3-dür. 2-3-ə də baxsaz, birində kişi, birində uşaq yazıb, düzdür? Bizə deyir ki, D və C kostyumları eyni növdədir. 1 ilə 5 bizdə DB-dir və 2 ilə 3 CA-dır. Bu dördündən eyni növ olan 1 ilə 2-dir. Onda dostlar, C ilə D bizdə 1 ilə 2 olacaq. Baxın, 4-ünü işarələdim. 1, 5, deməli, baxın, kişi qadın. 2, 3 də kişi uşaq, düzdür? Deməli, bu dördündə eyni növdə olan hər ikisi kişi olan 1 ilə 2 var. Deməli, C ilə D 1 ilə 2-dir. Və mən bilirəm ki, D-nin olduğu yerdə, baxın, DFB üçlüsündə 1 var. Yəni, D bizdə 1 olandır və C bizdə bununla eyni növdəydidir, C-də 2 olandır. Baxın, burada gətirəm, C yazıram. Və D 1-dirsə, bu zaman B-yə 5 qalır, 5B-dir. Və dostlar, C bizdə 2-dirsə, bu zaman A-ya da 3 qalır. A da deməli 3-dür. Bizdə bir dənə qaldı Y ilə X. Bizə əlavə şərt verir. Deyir, əgər Y kostyumu F kostyumundan 100 manat bahadırsa, dostlar, Y F-dən 100 manat bahadır. Biz bilir ki, F-in qiyməti nə qədərdir? 100-dür. Y F-dən 100 manat bahadırsa, onda Y 200 olacaq. Y-ni onda 200 olan hissəyə gətirib yazmalıyam 7-yə. Məndən deməli 7-cini istəyir, bu da Y-dir, bu da B variantı. Keçirik dostlar 71-ə. 71-də baxın, bizə deməli fiqur arcılığı sualı veribdir. Baxın, burada 4 nöqtə var. Burada 1-dən 2 yazıb. 4-dən mən 1-2-ni yanaşı qoysam, 12 kimi baxsam, 4-dən 12-ni necə alaram? 4-ü 3-ə vurmaqla. İkincidə də burada 5 nöqtəmiz var. Burada da 1-dən 5 var. 1-5-ə yenə 15 kimi baxıram. 5-dən 15-ə almaq üçün 5-i 3-ə vurmalıyam. Onda dostlar, belə bir qaydaya gəlirik ki, bizə yazılan nöqtələrin sayı ədədləri ifadə eləyir və yuxarıda yazılan ədədi 3-ə vuranda aşağıda alınan 2 rəqəmli ədəd tapırıq. Dostlar, burada baxın 8-dir. 8-i 3-ə vuranda 24 eləyir. 9-u 3-ə vuranda 27 eləyir. Onda burada 3 veribsə, 3-ü 3-ə vuranda alıram 9. 9 alacamsa birinci 0, ikinci 9 olmalıdır. Yəni birinci rəqəmimiz yoxdur. Birinci rəqəm yoxdur deyə boşluqdur. İkinci rəqəmin yerində 9 dənə dairə olmalıdır. O da olur bizdə B variantı. Növbəti gəlirik 72-yə. Dostlar, yanacağın bir növü dizeldir.
Yəni ikinci tərəf ümumi, birinci tərəf nədir? Onun növüdür. Bu məntiqlə baxsaq, baxın itlə pişik hər ikisi heyvan növüdür. Yəni bir-birinin növü deyil. Buna görə A variantı olmayacaq. B-də metan, propan yazılıb. Bunlar hər ikisi növdür. Baxın alkanların növü olmalıdır səhv eləmirəmsə. Ona görə B variantı da olmayacaq. D-də rəng sarı yazıb. Rəngin növü sarıdır. Baxın birinci növü ikincidir. Məndənsə ikincinin növünü verməlidir. Ona görə D variantı da yanlışdır. Pəncərənin növü mebel deyil və şəhərlərdən biri Şuşadır. Məcazi mənada növ kimi baxsam biri Şuşadır. Buna görə cavabımız olmalıdır C variantı. Dostlar, keçirik 73-ə. Bizdən rənglənmiş hissənin sayəsini istəyir. Dostlar, ölçü verilməyəndə hər bir balaca kvadratın sayəsini, tərəfini bir-bir qəbul edib sayəsini 1 yazırdıq. Kvadratın sayəsini tapanda deməli tərəfin kvadratı olmalıdır. 1-in kvadratı 1 eləyir. Və balaca kvadratın əgər yarı hissəsi rənglidirsə, bu zaman sayəsi olacaq 2-də 1. Əgər bizdə 2 dənə balaca kvadratı yanaşı verirsə, bunun sayəsi 2-dir deməli və bunu diaqonalla yarıya bölübsə, yarısının sayəsi olacaq bizdə 1. Və bu qısa yolları istifadə edib indi sayəni tapa bilərik. Dostlar, tam kvadratları saysaq 1, 2, 3, 4, 5, 6. 6 dənə tam kvadratımız var. Yəni sayəsi 1 olan kvadrat var. Elə 6 götürürük. Balaca deməli üçbucaqları saysam 1, 2, 3, 4. Düzdürmü? Deyəsən bitdi. 4 dənə balaca üçbucaq var. 4 dənə balaca üçbucaq sayəsi 2-də 1-dən sayanda 2-də 1-ə vururam. Və dostlar, uzun üçbucaq 2 dənə kvadratın yarısı. Baxın, biri budur. Biri bizdə budur. Düzdürmü? 2 dənə bundan var. Bunların sayəsi də 1-1-dir deyə elə 2 götürürük. 2 dənə bundan var. Və dostlar, 3 dənə kvadratın sayəsi bizdə bilirik ki 3-dür. Diaqonalla bunu yarıya böləndə sayəsi olacaq bizdə 1,5. Sayəsi 1,5 olandan da bizdə 3 dənə var. Və 3 dənə də nə götürməliyəm? 1,5 götürməliyəm. Onda dostlar, 6-nın üzərinə 4-ün yarısı 2 gəlirəm 8. Yenə 2 gəldim 10. 10-un üzərinə də 3-ü 1,5-ə vuranda 4,5 eləyir. 4,5 gələndə alırıq 14,5. Yəni C variantı. Sonra dostlar, keçirik 74-ə. 74-də maraqlı bir sualımız var. Dostlar, bu sualı həll eləmək üçün cədvəl çəksək daha rahat olar. Deməli, cədvəl çəksək daha rahat olar. Deməli, belə yazırıq. Dostlar, cədvəldə deməli həftənin günlərini qeyd edirik. Bir də ki, sırağa gün, ardınca dünən gəlir, sonra bugün, sabah, bir də biri gün. Yəni, ardıcıl olaraq günləri qeyd elədik. Bizə deyir ki, dünən bazar ertəsi deyildi. Dostlar, dünən bazar ertəsi deyil, elədir. Dünən bazar ertəsi olsaydı, onda bugün, deməli, ardınca gedəndə, dünən bazar ertəsi olanda, bugün çərşənbə axşam olmalıydı. Sabah çərşənbə olmalıydı. Biri gündə cümə axşamı olmalıydı. Deməli, dünən bazar ertəsi deyilsə, bugün çərşənbə axşamı deyil. Sabah çərşənbə deyil. Biri gündə cümə axşamı olmayacaq. Və dünən bazar ertəsi olsaydı, dünəndən əvvəlki gün sırağa gün adlanır, düzdür? Dünən bazar ertəsi olsaydı, sırağa gündə bazar ertəsindən əvvəlki gün bazardır, bazar olmalıydı. Ona görə sırağa gündə bazar deyil. Bunları xəttlədik. Deyir ki, sırağa gündə çərşənbə deyildi. Dostlar, sırağa gün çərşənbə deyil, çərşənbə ilə xəttlədim. Əgər sırağa gün çərşənbə olsaydı, dünən cümə axşam olacaq idi, bugün cümə olacaq idi, sabah şənbə, biri gündə bazar olacaq idi. Deməli, bizdə sırağa gün çərşənbə deyilsə, onda bu günlərdə xəttədiklərim deyil. Deyir ki, sabah cümə axşamı olmayacaq. Dostlar, sabah cümə axşamı deyilsə, gəlirəm sabahla cümə axşamını xəttləyirəm. Əgər sabah cümə axşamı olsaydı, biri gündə cümə olacaq idi. Sabah cümə axşamı olmadığı üçün biri gündə cümə deyil. Əgər sabah cümə axşamı olsaydı, onda bugün çərşənbə, dünən çərşənbə axşamı, sırağa gündə bazar ertəsi olmalıydı. Deməli, buradan anladıq ki, deməli sabah cümə axşamı olmadığı üçün bugün çərşənbə deyil, dünən çərşənbə axşamı deyil, sırağa gündə bazar ertəsi deyilmiş. Buradan bunu anladıq. Deyir ki, sabah yox, o biri gün, yəni biri gün, şənbə günü deyil. Biri gün dostlar, şənbə günü deyil. Biri gün şənbə olsaydı, sabah deməli cümə olacaq idi. Bugün cümə axşamı olacaq idi. Dünən çərşənbə, sırağa gündə çərşənbə axşamı olacaq idi. Deməli, biri gün bizdə şənbə olmadığı üçün digər günlərdə xəttlədik bu qayda ilə. Dünən bazar deyildi. Dostlar, dünən əgər bazar olsaydı,
Ondan əvvəlki gün şənbə olmalı idi. Yəni sırağa gün şənbə olmalı idi. Dünən bazar deyil deyə sırağa gün şənbə deyil. Dünən bazar olsaydı bu gün, yəni növbəti gün olmalı idi bazar ertəsi. Onda bu gün bazar ertəsi deyil, sabah da çərşənbə axşamı deyil, biri gündə çərşənbə deyil. Və bizə deyir ki, heç sabah da bazar olmayacaq. Dostlar, sabah da bazar olmayacaq. Onda sabahla bazarın kəsişməsinə xətt qoyuram. Sabah bazar olsaydı, bu gün şənbə olardı, dünən cümə olardı, sırağa gün cümə axşamı olardı, düzdür? Və sabah bazar olsaydı, biri gündə ondan sonraki gündə bazar ertəsi olmalıdır. Bunu da xəttləyirəm. Bizə deyir ki, bu gün hansı gündür? Dostlar, diqqət etsəz, bu gündən hamısı xətlənib, bir dənə bazar qalıb. Ona görə bu gün bazar olmalıdır. Buna görə cavabımız C variantıdır. Və növbəti gəlirik 75-ə. Bizə deyir ki, elə iki hissəni götürün ki, elə iki sözü götürün ki, həmin sözləri birləşdirdikdə yeni bir söz alınmalıdır və dostlar, qayda necədir? Hər bir hərfdən yalnız bir dəfə istifadə eləməliyik və bütün hərfləri istifadə eləməliyik. Dostlar, burada diqqətlə baxsaq, əgər 4 ilə 5-in hərflərindən istifadə eləsək, burada yoxlama sözü alınar və bütün hərflərdən istifadə eləmiş olaram. Buna görə cavabım olacaq C variantı. Növbəti keçirik dostlar 76-ya. Baxın, 76-da bizə fəza fiquru verib, yəni kub verib. Bizə deyir ki, verilən şəklə uyğun açılışı tapın, düzdür? Dostlar, mən nə edirəm? Götürürəm, baxın, bu A variantındakı soldakı tərəfi, baxın, soldakı üzü 90 dərəcə döndərirəm. 90 dərəcə döndərəndə bu gəlir aşağı, baxın, belə bir formada düşür. Düzdürmü? Aşağı gəldi, belə bir formada düşdü. Və bu şəkli də 180 dərəcə çevirirəm. Bu şəkli 180 dərəcə yox, daha doğrusu 90 dərəcə saat istiqamətdə çevirirəm. Dostlar, kubu 90 dərəcə saat istiqamətdə döndərəndə, baxın, bizdə 2 dənə, deməli, üçbucaqlar yanaşı dayanacaq. Baxın, 2 dənə üçbucaqlar yanaşı dayanacaq. Və bunu 90 dərəcə dönəndə, bu solda, aşağıda görünən də tərsinə, baxın, yuxarı tərəfə gəlir. Baxın, 90 dərəcə saat əqrəb istiqamətdə döndərirsiniz. Ucucu olanlar sağ tərəflik dayanır və bu soldakı tək dayanır. Eynən A variantındakı kimi. Baxın, A variantında da ucucu olanlar sağ tərəflikdir və soldakını 90 dərəcə döndərəndə aşağıda tək qalır bu da. Eynən A variantını ödəyir. Buna görə cavabımız olmalıdır A variantı. Sonra dostlar, keçirik buradan 77-yə baxırıq. Baxın, bizə analogiya sual verilibdir. Almadan deməli mürəbbə hazırlanır, yəni ikincidən birinci hazırlanır. Dostlar, bu məntiqlə baxsaq, ətdən də bozbaş hazırlanır. Hazırlanma mənası ancaq D-də var və ikincidən birinci hazırlanmalıdır. Buna görə D variantı. Növbəti keçirik 78-ə. Dostlar, 78-in qaydası belədir ki, buna A, buna B kimi baxsam, onda B-nin kvadratını A-ya böldükdə alırıq buradan cavabı. Gəlin baxaq. 20-nin kvadratı eləyir bizdə 400. 400-ü 4-ə böləndə alırıq buradan 100-ü. Eyni qayda ilə 42-nin kvadratını 7-yə bölsəm, dostlar, 42-nin kvadratını təbii ki, hesablamayacağım. 42 vur 42 böl 7 yazıram. Bununla bu ixtisar gedir 6 qalır. 6-nı 42-yə vuranda alırıq 252. Onda qaydaya əsasən 14-ün kvadratını da 2-yə bölməliyəm. 14-ün kvadratı 196, 2-yə böləndə də alırıq 98. Yəni D variantı. Sonra keçirik dostlar 79-a baxırıq. 79-da bizdən deməli fiqurun tamamlanmasını istəyir. Baxın, variantları müqayisə eləməklə tapacaq. A ilə B-yə baxsaz, baxın, B-də belə bir əyri xətt var. A-da həmin əyri xətti verməyib. Eyni hissədə baxıram, baxın, şərtdə həmin əyri xətti görürəm. Və bərabərin sağında həmin xətti görmürəm. Eyni xəttdən məndə hər iki tərəfdə olmalı idi. Sağda verməyibsə 100% variantda tapmalıyam. A-da verməyib deyə A variantı çıxıldı. Dostlar, B ilə C-nin fərqinə baxırıq. B ilə C-nin fərqlərindən biri nöqtədən sağ tərəfə belə bir əyri xəttin olub-olmamasıdır. Həmin əyri xəttdən bərabərin hər iki tərəfində var deyə mənim buna ehtiyacım yoxdur. Buna görə C variantı çıxılır. Sonra dostlar, B ilə Y-yə baxıram. B ilə Y-nin fərqlərindən biri bu hissədə ortada xəttin düz xəttin olub-olmamasıdır. Həmin düz xəttdən, baxın, şərtdə diqqət edirsiniz, həmin düz xəttdən bərabərlikdən solda var, bərabərlikdən sağda yoxdur. Yoxdursa deməli o mütləq olmalıdır. B variantında verməyibdir, B variantda çıxılır. Və nəhayət gəlirik D variantı ilə Y variantının fərqinə baxırıq və dostlar, D variantında sağda ortadan yuxarı belə bir əyri xətt var, amma Y variantında onu verməyib.
Həmin xəttdən bərabərdən solda görürəm, bərabərdən sağda görmürəm. Deməli, bu da olmalıdır. Bizə deməli, D variantında veribdir, cavabımız D olacaq. Növbəti dostlar, keçirik 80-ə. Deyir ki, Nəbatat parkında liana, bəzək kolu, bəzək ağacı, baobab ağacı, küknar ağacı və şam ağacı sırayla əkilmişdir. Dostlar, neçə ağacdan söhbət gedir? 1, 2, 3, 4, 5 və 6. 6 ağacsa 6-ya qədər nömrələyirəm. 1, 2, 3, 4, 5 və 6. Baxın, sıralamalıyıq. Deyir ki, burada bir də diqqət edin. Bəzək ağacı ilə, baxın, deməli, bəzək ağacı var burada, bir də bəzək kolu var. Yəni, bunları qarışdırmayaq. Bizə deyir ki, sıra nömrəsi baobab ağacının sıra nömrəsindən 1 var çox olan liana. Dostlar, deməli, baobabın deməli, sıra nömrəsindən 1 vahid artıq olan liana deyirsə, deməli, liana ilə baobab yanaşıdır və liana baobabdan 1 vahid sağda gəlir. Aydındır. Və sıra nömrəsi cüt olan küknardan sonra bizə deyir ki, sıra nömrəsi baobab ağacının sıra nömrəsindən 1 vahid çox olan liana, sıra nömrəsi cüt olan küknardan sonradır. Deməli, dostlar, liana küknardan sonra yerləşir. Arcıl sözü işlənməyib. Zaten arcıl ola bilməz. Çünki baobabdan arcıldır. Liana küknardan sonra yerləşir və küknarın sıra nömrəsi nədir? Cüt ədəddir. Və bizə deyir ki, liana küknardan sonra yerləşir. Bəzək ağacından əvvəl yerləşir. Deməli, liana bəzək ağacından nədir? Əvvəl yerləşməlidir. Dostlar, biz bilirik ki, küknar hardadır? Cüt yerdədir. Ya 2-dir, ya 4-dür, 6-dır. 6 ola bilməz, çünki küknardan sonra ağacları verib. Ona görə ya 2 olmalıdır, ya 4 olmalıdır. Deməli, 2 ilə 4-dən hansısı olacaq? Bunu yadda saxlayıram. Deyir, sıra nömrəsi 3-dən fərqli tək ədəd olan şam ağacı bəzək kolundan sonra yerləşir. Deməli, dostlar, buradan alıram ki, bəzək ağacı bizə deyir ki, bəzək kolundan sonra yerləşir. Bəzək kolundan sonralarda bəzək ağacı var. Elədir. Onda, dostlar, üzrü sayın, mən burada ifadəni səhv oxudum. Bizə deyir ki, sıra nömrəsi 3-dən fərqli olan, deməli, 3-dən fərqli tək ədəd olan şam ağacı bəzək kolundan sonradır. Deməli, dostlar, şam ağacı bəzək kolundan sonradırsa, bəzək kolu bundan sonraki yerlərin birində gəlməlidir şam ağacı. Düzdür, bunu yazırıq bir yerə. İndi gəlin baxaq. Dostlar, biz bilirik ki, baobabla liana mütləq arcıl olmalıdır, yanaşı olmalıdır. Və küknardan sonraki yerlərdə ən azından 2 dənə ağac var. Elədir. Onda dostlar, küknar ya 2 olmalıdır, ya da 4 olmalıdır. Mən küknardan sonraya gətirib liana yazsam, liana bizdə baobabla yanaşı olmalıdır. Mən 4-ə küknar yazanda, bundan sonraya liana, sonra bəzək ağacı yazanda səhv gedir. Baxın, liananın yanında baobab almalıdır. Buna görə bu zaman səhv alırıq. Onda dostlar, küknarı 4-ə yaza bilmərəm. Küknar olmalıdır bizdə, deməli, ikinci yerdə. Bundan sonraki yerlərdə bizdə baobabla liana yanaşı olmalıdır. Onda dostlar, mən 3-ə gətirəm baobabı yazıram. Baobab. Ardınca liana yanaşı gəlməli idi. Liananı ardınca yazıram. Bundan sonraki yerlərin birində bizdə bəzək ağacı olmalı idi. Və dostlar, bizə deyir ki, sıra nömrəsi 3-dən fərqli tək ədəd olan şam ağacı. Dostlar, şam ağacı tək ədəddir və 3-dən fərqlidir. Və biz də bilirik ki, şam ağacından əvvəldə nə isə var. Dostlar, şam ağacı tək ədəddirsə ya 1 ya 5 olacaq. 1 ola bilməz, çünki biz bilirik ki, bu bəzək ağacından sonradır. Ona görə şam ağacını gətirən 5-i yazıram. Və bu zaman bəzək ağacı lianadan sonralarda deyə bəzək ağacı qalır bizdə, deməli 6-ya və birinci yerə qalacaq bəzək kolu. Baxın, bu da qaldı bizdə birinci yerə. Bizə deyir ki, liana, bəzək kolu, bəzək ağacı, baobab, küknar və şam ağacının sıra nömrələrini arcıl yazın. Baxın, birinci liananı yazmalıyam. Liana 4-dədir. Sonra bəzək kolu 1-də, bəzək ağacı olmalıdır 6-da, baobab ağacı bizdə olmalıdır. Baobab neçə idi? 3-dür. Küknar ağacı 2-dir və şam ağacı da olmalıdır 5. 4, 1, 6, 3, 2, 5. Bu da hansı variantdır? C variantı. Sonra dostlar, keçirik 81-ə. Baxın, normalda adətən tələbələr bu sualı görəndə fikirləşirlər ki, A-nı, B-ni, C-ni tapmalıyıq. Dostlar, heç nəyə tapmamıza ehtiyac yoxdur. Baxın, məndən alt-alta vurmanı istəyir, düzdür. Birinci ABC-ni A-ya vurmalıyam. Baxın, bu hissəyə baxıram. ABC-ni A-ya vurub yazmalıyam. Biz bilirik ki, ABC-ni A-ya vuranda 556 edir.
Gətirəm yazıram bura 556. Sonra dostlar ABC ədədini ortada B-yə vurmalıyam. Biz bilirik ki, ABC-ni B-yə vuranda 1946 eləyir. Gətirik yazırıq 1946. Və baxın yerləşdirəndə kənardan bir məsafə olmalı idi. Bir vahid sola sürüşdürüb yazmalıydıq. Deməli bu şəkildə qeyd elədik və nəhayət ABC-ni C-yə vurub yazmalıyıq. Bu da 2224 eləyir. Onda yazırıq 2224 və toplayıram. Toplayanda 6 gəldi sona. 5 ilə 6-nın cəmi 11 eləyir. 1 yazıram, 1 yadda. 5, 4, 4-ün cəmi eləyəcək. Deməli 13. 1 yadda 14 eləyir. Yenə 1 yadda qalır. 9, 2, 11 eləyir. 1 yadda 12. 1 ilə 2-nin cəmi 3 eləyir. 1 yadda 4. Bir də 2-miz var. Bizə deyir ki, alınan ədədin rəqəmləri cəmini tapan. Baxın, rəqəmləri cəmləsəm 2, 4, 2, 4, 1, 6. Toplayanda 2, 4, 2, 8. Üzərinə 4, 12. 13, 6-da gələndə alıram 19. Yəni cavabımız olacaq bizim A variantı. Növbəti dostlar, baxırıq 82-yə. 82-də deyir ki, 4 futbolçu geyim otağında oyuna girməyə hazırlaşırdılar. Deyir ki, oyuna girərkən onlar çaşaraq, deməli öz şort və köynəyini deyil, başqa bir futbolçunun şortunu, digərinin də köynəyini geyir. Dostlar, qayda belədir ki, 4 nəfərdən söhbət gedir. Onlar əşyaları şortla köynəkdir. Heç kəs öz şortu və köynəyini deyil, birinin şortunu geyəndə başqasında köynəyin geyməlidir. Yəni, eyni adamın iki əşyasının ikisində istifadə edə bilməz. Birini başqasından götürəndə, digərini də başqa birindən götürməlidir. Eyni adamdan götürmür. Dostlar, bu sualı daha rahat şəkildə həll edə bilmək üçün biz nə edirik? Cədvəl çəkirik. Söhbət 4 nəfərdən gedirsə, 5 dənə sütun çəkirəm, yəni sütun sayını bir dənə artıq götürürəm və birinci sıradan yazırıq adları. Adlar burada nə var? Cabir var, Nazim var, Aslan var, bir də ki Bilal var. Alt hissəni də 2 hissəyə bölürəm. Deməli, şortdan söhbət gedir, bir də ki köynəkdən. Bir də yazırıq köynək. Bizə deyir ki, dostlar, Cabir şortunu Nazimin geydiyi futbolçunun köynəyini geydi. Cabir şortunu Nazimin geyindiyi futbolçunun köynəyini geyindi. Cabir kimin köynəyini geyib bilmirəm, amma həmin adamın şortunu Nazim geyib. Cabir, dostlar, deməli X şəxsin, baxın, köynəyini geyib, həmin adamın şortunu Nazim geyib. Yəni, bu cümlədən çıxan nəticə budur. Baxın, kimliyini bilmədiyim üçün mən bunu X-lə adlandırdım. Cabir X şəxsin köynəyini geyib, həmin adamın şortunu Nazim geyib. X deməli, Cabirlə köynəyin kəsişməsindədir və Nazimlə şortun kəsişməsindədir. Ardınca deyir ki, eyni zamanda Nazimin köynəyini geyən futbolçu Cabirin şortunu geyinib. Dostlar, bu cümləni adətən istifadə eləmirəm bu tipli suallarda. Bir də əsas üçüncüyə baxıram. Deyir, Aslan isə Bilalın şortunu geyib. Aslanla deməli şortun qarşısına gətirəm yazıram Bilal. Qayda belə idi ki, heç kəs öz əşyasını götürmür. Məsələn, Cabirin qarşısına şorta köynəyə C hərfi yaza bilmərəm. Və yaxud da Nazimin qarşısına şorta köynəyə N hərfi yaza bilmərəm. Onda dostlar, belə alırıq ki, sütunda təkrar hərf görməyəcəyik. N-nın qarşısına N hərfi olmur, A-nın qarşısına A hərfi olmur. Bu deməkdir. Və biz bilirik ki, hərənin bir dənə şortu, bir dənə köynəyi var. Onda şortların qarşısına 4 hərfin hər birindən bir dəfə işlənəcək, köynəklərin qarşısına bir dəfə işlənəcək. Belə olanda biz sudoku formasında həll almış oluruq. Aydındır. Onda dostlar, biz bilirik ki, Cabir öz köynəyini geyinmir. Yəni, X şəxsi Cabir deyil. Nazim öz şortunu geyinməyib. Yəni, X şəxsi Nazim də deyil. Və X B də ola bilməz, Bilal da ola bilməz. Çünki Bilalın mən 2 dənə şortunu yaza bilmərəm. Hərənin bir dənə şortu, bir dənə köynəyi var. X bizdə Bilal da deyil. Onda X nə Cabir, nə Nazim, nə Bilaldırsa, X-ə qalır bir dənə Aslan. Gətirib buraya yazırıq Aslan. Və dostlar, şortlardan Aslanla Bilalın şortunu yazmışıq. Cabirlə Nazim qalır. Cabirə öz şortunu yaza bilmərəm deyə sağa yazıram. Nazimin şortunu gətirəm Cabirə yazıram. Bundan sonra dostlar, köynəklərdən bir dənə Aslan köynəyi yazılıb. C, B, N hərfləri qalıb. C, B, N hərfləri qalıb. Dostlar, biz bilirik ki, baxın, B hərfini Bilalın özünə yaza bilmərik. Düzdür, Bilal öz köynəyini geyinməyəcək. Bu hərfini Aslanın qarşısına yazsaq, Aslan eyni zamanda Bilalın həm şortunu geyir, həm də köynəyini. Biz isə bilirik ki, eyni adamın 2 əşyasını birdən götürə bilməz. Bunu Aslanın qarşısında yaza bilmirəm. Bunu gətirəm, Nazimin qarşısına yazıram. A ilə bu getdisə, N ilə C qalır. Bilala C yaza bilmərəm. Eyni zamanda 2 dənə baxın C olmaz. Demişdik ki, hər kəsdən bir əşya götürür. Ona görə C-ni sola yazıram.
Bu zaman n-nı gətirəm sağ tərəfə yazıram. Bizə deyir ki, kimin köynəyi və şortunu Nazim geyib? Nazim, Aslanın şortu, Bilalın köynəyi. Baxın, Bilalın köynəyi, Aslanın şortu, bu da olacaq bizdə Y variantı. Sonra dostlar, keçdik 83-ə. 83-də baxın, analogiya sualı verilib. Deməli, üçbucaq riyaziyyat həndəsi yazılıb. Dostlar, riyaziyyatın sahələrindən biri həndəsədir, düzdürmü? Və həndəsədə biz nəyi öyrənirik? Üçbucaqları öyrənirik, düzdür? Bu məntiqlə baxsaq, nəşrin növlərindən biri kitabı idi. Biz sizlə demişdik, kitab nəşri ola bilər, jurnaldır, qəzetdir və s. Nəşrin deməli növlərindən biri kitabdır və kitabdan biz nəyi öyrənirik? Biliyi öyrənirik. Buna görə cavabımız olacaq C variantı. Sonra dostlar, 84-də deməli hissələrin birləşməsi sualı verilib. Bizə verilən 3 dənə hissədən variant almalıyıq. Dostlar, əgər D variantına baxsaz, D variantından sol tərəflə sağ tərəfdən belə bir hissələr kəssəm, ortadakı hissə, baxın, bir yazdığım fiqurdur. Sol tərəf bunlardan biridir, sağ tərəf də digərdir. Sadəcə altdakı fiquru neyinib, tərsinə çevirib göstərib deyə biz bunları, baxın, deməli bu şəkildə görə bilirik altdakı formada. Deməli cavabımız D variantı olacaq. Keçirik 85-ə. Dostlar, 85-87 sayılı suallar bizdən maksimum diqqət tələb edir. Baxın, verilən mətnə əsasən 3 sualı həll etməliyik. Deyir ki, tərcümə, maliyyə, dizayn və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan və orta akademik göstəriciləri 61, 77, 78 və 93 olan tələbələr Fatimə, İbrahim, Əbdül və Günay sabah qruplarına qəbul müsabiqəsində 44, 56 və 58 test balı, 22, 36 və 56 müsahibə balı toplayaraq təhsillərini həmin qruplarda davam etdirmək hüququ qazandılar. Dostlar, neçə parametrimiz var? Bir, ixtisasların adlarıdır. İkincisi, akademik göstəricilərdir. Üçüncüsü, tələbələrin adlarıdır. Test balları var, bir də müsahibə balları var. Deməli, bizim burada 5 dənə parametrimiz var. Dostlar, 5 dənə parametrimiz varsa, biz bunun cədvəlini çəkəndə 5 dənə sütuna ayırmalıyıq. Baxın, cədvəli qeyd edirəm. 5 dənə sütuna ayıracağım. 1, 2, 3, 4, 1 qaldı. Bu da 5 dənə sütunumuz. Və götürük birinci sıradan deməli parametrlərin adlarını yazırıq. Birincisi ad varsa şəxslərin adlarını yazırıq. Ardınca deməli ixtisasları qeyd edirəm. İxtisas. Ardınca akademik göstərici. Ardınca test balı. Bir də ki, müsahibə balı. Təbii ki, yerlərin dəyişikliyi yaza bilərsiniz. Deməli, müsahibə balı. Və 4 nəfərdən söhbət gedir deyə 6 hissəni də götürürəm, 4 hissəyə ayırıram və parametri çoxlanda birini verilən kimi yazırdıq. Adları verilən kimi yazırıq. Adlar deməli Fatimə var, İbrahim var, İbrahim, sonra Əbdül, bir də Günay var. Günay qeyd edirik. Dostlar, burada biraz çaşdırıcı məqam ondan ibarətdir ki, bizə deməli ədədləri çox verib, yəni akademik göstərici var, test balı, bir də müsahibə balı var. Bir də diqqət etsəz dostlar, 4 nəfərdən söhbət gedir, amma test balını 3 dənə verib, müsahibə balını 3 dənə verib. Deməli, bunlardan hansısa təkrarlanır, aydındır. Mən yuxarıdan qeyd kimi aparıram ki, test balı bizdə var, deməli 44, 56 qarışdırmamaq üçün yazıram bunu, 58, hansısa təkrarlanacaq, amma indidən bilmirəm ki, hansıdır. Sonra müsahibə balı bizdə var 22, 36 və 56. Yenə də bunun hansısa təkrarlanacaq, indidən bilmirik. Və bir də akademik göstərici var. Bu da bizdə qısa formada yazdım. 61, 77, 78, bir də 93 verib. Gəlin başlayaq. Deyir ki, orta akademik göstəricisi ən yüksək olan tələbə kimya mühəndisliyi ixtisası üzrə təhsil alır. Dostlar, orta akademik göstəricisi ən yüksək olan tələbə. Dostlar, ən yüksək bilirik 93 var və 93-ün deməli fakültəsi nədir deyir? Bizə kimyadır. Yazırıq, kimya bərabərdir bizdə nəyə? 93-ə. Bizə deyir ki, dizayn ixtisası üzrə təhsil alan tələbənin orta akademik göstəricisi ən azdır. Onda yazırıq, dizayn bərabərdir. Orta akademik göstərici ən az bizdə 61 var. Bərabərdir 61. Test balları 56 olan tələbələrin orta akademik göstəriciləri arasındakı fərq 15-dir. Dostlar, 2 dənə test balı 56 varsa, bəli, biz deməli demişdik ki, hansısa test balı təkrarlanır. 2 dənə 56-mız var. Onda yazırıq, test balı deməli 56, 2 nəfərdir. Baxın, test balı 56 olan 2 nəfərimiz var.
və bizə deyir ki, orta akademik göstəriciləri arasındakı fərq 15-dir. Biz də bilir ki, akademik göstəricilər arasındakı fərq 15, 78 ilə 93 var. Əgər 78-in üzərinə 15 gəlsəm 93 eləyər. Ona görə deməli dostlar, bunlardan biri 78 olacaq akademik göstərici, digəri də 93 olacaq. Onda dostlar, buradan alıram ki, kimyada oxuyan kimdirsə, 93 bunun akademik göstəricisidir. Test balda olacaq nə qədər? Test balda olacaq 56. Baxın, qeyd olaraq apardıq bunu. Deyir ki, İbrahimin test balı onun müsahibə balı ilə tərcümə ixtisası üzrə təhsil alan Fatimənin müsahibə balının cəminə bərabərdir. Dostlar, gəlin qeyd aparaq. İbrahimin test balı deyir ki, onun müsahibə balı ilə tərcümə ixtisası üzrə təhsil alan Fatimə. Fatimənin deməli ixtisası tərcümədir. Gətirəm cədvəldə qarşısına tərcümə yazıram. Və deyir ki, İbrahimin test balı, baxın İbrahimin qarşısına test balına nöqtə qoyuram. Deyir, İbrahimin müsahibə balı ilə Fatimənin müsahibə balı cəminə bərabərdir. Dostlar, biz bilir ki, test balları 44, 56, 58 var. Müsahibə də 22, 36, 56 var. Müsahibələrdən hansı ikisini toplasam, mənə test balından hansınsa verər. Əgər 22 ilə 36-nı toplasam, bizdə 58 eləyir. Onda dostlar, buradan belə bir nəticəyə gəlirəm ki, İbrahimin test balı deməli 58 imiş və İbrahimlə Fatimənin müsahibə balları 22 ilə 36 imiş. Amma hansı 22, hansı 36-dır bunu bilmirəm. Növbəti cümlədə bunu biləcəyik. Bizə deyir ki, ən kiçik müsahibə balını qızlardan biri qazanıb. Biz də bilir ki, ən kiçik müsahibə balı 22-dir. Onda 22 balla dedik 36 bal Fatimə ilə İbrahimdədir. Ən kiçik müsahibə balı qızlardan birindədirsə, onda 22-ni Fatiməyə yazıram, 36-nı da İbrahimə yazıram. Və dostlar, biz bilirik ki, deməli bizdə 2 dənə test balı eyni idi. Müsahibə balından da hansısa eyni olmalıdır. Təbii ki, bu 22 olmayacaq, çünki deyir ən azı qızlardan biri alıb. Və ən az bir dənə olmalıdır, onda 22 olmalıdır. Onda müsahibə balından təkrarından ya 36-lar olacaq, ya da 56-lar olacaq. Deyir ki, Günay və maliyyə ixtisası üzrə təhsil alan tələbənin müsahibə balları eynidir. Biz bilirik ki, 2 dənə müsahibə balı var. Ya 56-56-dır, ya da 36-36-dır. Deyir, Günay və maliyyə ixtisası üzrə, baxın yazıram Günay və kimdir bilmirəm. Maliyyə ixtisası üzrə təhsil alan şəxsin bizə deyir ki, müsahibə balları eynidir. Onlardan birinin müsahibə balı test balına bərabərdir, digərinin orta akademik göstəricisi test balı arasındakı fərq 33-dür. Dostlar, əgər təkrarından müsahibə balını 36 götürsəm, yəni Günay ilə maliyyə ixtisasında oxuyanın ballarını 36-36 götürsəm, mənim test balı 36 olan yoxumdur ki, bərabər olsun. Deyir, bunlardan birinin test balı ilə müsahibəsi eynidir. Test balında 36 yoxdur ki, eyni olsun. Onda deməli 36-lar deyil, bizdə 56-lar təkrarlanır. Yəni 2 dənə müsahibədən 56 var. Aydındır, 2 dənə 56 var. Onda bizə deyir ki, Günay və maliyyə ixtisası üzrə təhsil alan tələbənin müsahibə balları eynidir. Yəni hər ikisinə müsahibəyə götürürəm. Baxın, M yazıram. 56-56. İndi bunların test balı mənə maraqlıdır. Dostlar, gətirirəm. Günayla, deməli 56-56 yazacamsa, Əbdüllə ancaq Günaya yaza bilərəm. Baxın, müsahibənin qarşısına. Deməli, maliyyədə təhsil alan, maliyyədən təhsil alan. Bizdə kim imiş? Əbdül imiş. Baxın, deməli 2 dənə müsahibə qalırdı. Biz də dedik ki, bunlarda 56-56 olmalıdır. Çünki testdə bərabər ola biləcək, ancaq 56 ola bilər. Testdən ortaq qiymət. Onda Əbdüldə 56-dır və maliyyədə təhsil alan Əbdül imiş. Gətirirəm Əbdülün qarşısındakı deməli ixtisasa maliyyə yazıram. Və bizə deyir ki, onlardan birinin müsahibə balı test balına bərabərdir. Yəni test balı 56-dır, hansıdır bilmirəm. Digərinin orta akademik göstəricisindən test balı arasındakı fərq 33-dür. Biz bilirik ki, akademik göstərici ilə test balının arasındakı fərq 33 olması ancaq 44 ilə 77-də var. Deməli, bunlardan hansısa test balı 44-dür, akademik göstəricisi 77-dir. Hansınsa test balı ilə müsahibə balı eynidir. Yəni testdə 56-dır, müsahibədə 56-dır. Düzdür? Dostlar, biz bilirik ki, 44 ilə 77-ni eyni vaxtda hara yaza bilərik? 44 ilə 77-ni eyni vaxtda yaza bilmək üçün bizdə ancaq dedik ki, Əbdüllə Günaydan söhbət gedir də hələ ki. Düzdür? Əbdüllə Günaydan söhbət gedir. Biz bilirik ki, əvvəldə bir cümlə var idi. Biz bilirik ki, test balları, bunlardan birinin test balları ilə müsahibə eynidir 56-56. Düzdür? Deməli, 56-56-nı harası yazmalıyam? Testin qarşısında.
Ya Əbdülə ya da Günaya yazmalıyam. Biz bilirik ki, test balı 56 olanlardan biri də nədir? Kimyada oxuyandır və 93-dür. Bunun ortalaması 93-dür. Biz dostlar, kimyada oxuyan 93 və test balı 56 olanı hara yaza bilərik? Baxın, deməli, mən eyni zamanda kimyanı Fatimənin qarşısına yaza bilmərəm, tərcümədir. İbrahimin qarşısına deməli yaza bilmərəm, test balı 58-dir. Əbdülün qarşısına yaza bilmərəm, çünki maliyyədir. Ancaq test balı 56-nı yaza bilərəm, deməli Günayın qarşısına. Bu zaman bu kimya olacaq və akademik göstəricisi 93 olur. Və dostlar, ixtisaslardan hamısı yazılıb. Bir dənə dizayn qalır. Dizaynı İbrahimə yazıram və yuxarıda qeyd eləmişdik ki, dizayn 61-də akademik göstərici. Gətirəm akademik göstəricisini 61 yazıram. Biz bilirik ki, bu iki şəxs Günayla deməli Əbdül. Birində 56 idi, testlə müsahibə. Digərində test balı 44 idi. Onda Əbdülə test balı 44 qalır və bunun deməli bizdə akademik göstəricisi 77 idi. Və dostlar, digər tərəfdən tərcümə ixtisasına da qalır bizdə akademik göstərici 78 və test balda neçə qalıbdı yazılmayan? Test balda 56-nın 1 qalıb. 56-nı da yazırıq bu tərəfə. Bizə deyir ki, kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbənin test balı nə qədərdir? Dostlar, biz bilirik ki, kimya üzrə təhsil alan bizdə Günaydır və onun test balı nə qədərdir? 56-dır. Buna görə cavabımız olmalıdır C variantı. Deyir ki, Əbdülün test balı və müsahibə balı nə qədərdir? Əbdülün test balı 44, müsahibə balı 56-dır. 44-56 B variantıdır. Deyir, Əbdül, Fatimə, Günay və İbrahim orta akademik göstəricilərin artması sırasından düzün. Ən azı 61-dir. Yəni İbrahim, yəni 4-dən başlamalıdır. Sonra artır burada 77 Əbdül. Əbdül deməli 1 nömrəlidir, 1 yazıram. Sonra 78 Fatimə, yəni yazmalıyıq 2. Və ən sona 93 Günay qalır, bu da 3-dür. 4, 1, 2, 3, bu da olacaq bizdə Y variantı. Sonra dostlar, bu da getdi. Bu bizdə 87 idi. Növbəti keçirik, deməli 88-90 sayılı suallara. Dostlar, bizə belə bir cədvəl verib, bəzi damalar qaradır, bəziləri deməli ağ damalar verilib. Deməli, 5 dənə hərfin B-dəki yerləri verilib və burada birinə xəzinə qeyd olunub. Deyir ki, P, R, S, T və U yarışçıları şəkildə kimi bir labirintdə olan xəzinəyə aşağıdakı qaydalara görə hərəkət etməyə çalışırlar. Deyir, kvadratlar arasında yuxarı, aşağı, sağa və sola hərəkət etmək olar, amma diaqonal boyunca hərəkət etmək olmaz. Yalnız ağ kvadratlarla hərəkət etmək mümkündür. Hər yarışçını xəzinəyə aparan hər yol üçün keçilməsi lazım olan kvadratların sayı yol uzunluğunu göstərir. Məsələn, dostlar, mən U-dan deməli xəzinəyə ən qısa məsafəni axtarıramsa, baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, ya sağla gedərəm, ya da aşağı ilə. Sağla getsəm 9, 10, 10 addımdır, yəni bu deməkdir. Və yaxud da aşağı ilə getsəm, deməli 9, 10, yenə də 10 addım eləyir. Bu zaman nə etməliyəm? Sağdakını götürməməliyəm, bu deməkdir. Dostlar, deməli bizə deyir ki, hər yarışçını xəzinəyə aparan hər yol üçün keçilməsi lazım olan kvadratların sayı o yolun uzunluğunu verir. Bir yarışçının ən az sayda kvadratdan keçərək xəzinəyə çatması o yarışçı üçün ən qısa yoldur. Yuxarı və sağ istiqamətdə irəliləyən zaman keçilən hər kvadrat müsbət bir xal olaraq, aşağı və sol istiqamətdə isə mənfi bir xal olaraq qazanılır. Deyir, bir yarışçını xəzinəyə aparan hər yol üçün bu qaydaya uyğun olaraq yol xalı hesablanır. Dostlar, deməli bizə burada nə lazım olacaq? Ən qısa yol lazım olacaq və yolu gedərkən neçə xal qazandığı lazım olacaq. Gəlin baxaq. Dostlar, bir-bir hərflərə görə mən bunu qeyd edirəm. Bizə demişdi ki, əgər biz yuxarı istiqamətlə gediriksə, bu müsbət bir xal deməkdir. Sağa istiqamətlə gediriksə, bu da müsbət bir xal deməkdir. Əgər aşağı gediriksə, mənfi bir xaldır və sola gediriksə, mənfi bir xal deməkdir. Dostlar, gəlin başlayaq. Deməli, bunların ən qısa məsafələrini, ən qısa belə ki, məsafə ilə xəzinəyə çatdıqları addım sayını və xallarını hesablayaq. Dostlar, birinci U üçün baxıram. U üçün ən qısa məsafə, baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Düzdür, 10 addım eləyir. U'nun addım sayı 10 olur və xalını sayırıq. Biz dostlar bilirik ki, deməli, yuxarı addım müsbət idi, sağa addım müsbət idi,
Sola istiqamətlənən addım mənfi götürülürdü, aşağıda mənfi götürülürdü. Deməli dostlar, biz sola gediriksə mənfi, 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 aşağı düşürüksə yenə mənfi, mənfi sayılır və sağa gəliriksə müsbət, 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 yenə aşağı düşürüksə bu nə sayılır? Mənfi sayılır. Onda mənfilərin sayı 1, 2, 3, 4, 5, 6, 7 dənədir, müsbətin sayı 3 dənədir. Deməli, necə olacaq? Mənfi 7 ilə 3-ün cəmi bizə mənfi 4 edir. Yəni, bunun yığdığı xal mənfi 4-dür. Sonra dostlar, o üçün yazandan sonra indi keçirəm bunu silirəm. Keçirəm S üçün axtarıram. S-in addım sayı. Baxın, bir dama sağa. Sonra dostlar, düşdü aşağı. Mən bunu belə deyək ki, necə axtaracağım? Mən bunu axtarıram. Müsbət addımların sayı biraz çox olması halı ilə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 addım eləyir, düzdür? S-də deməli 11 dənə addım aldıq. Və dostlar, indi işarələrinə baxaq. Sağa dönmək müsbət sayılırdı. Aşağı düşmək mənfi sayılır. Yenə sağa dönmək müsbət sayılır. Aşağı mənfi sayılır. Aşağı mənfi sayılır. Yenə sağa müsbət, müsbət, müsbət. Aşağı mənfi. Bu zaman bizim 11 addımımız var idi. 11 addımdan 1, 2, 3, 4 dənəsi nədir? 4 dənəsi mənfidir, düzdür? 11-dən 4-ün çıxanda 7 qalır. Deməli, S üçün yazsaq, addım sayı 11 dənədir və deməli, bundan 11-dən 4-ü nədir? Mənfidir. 4-ü mənfidir. Bu da müsbət 7, mənfi 4, bu da eləyir bizdə müsbət 3. Sonra dostlar, bunu da yazdıqsa, keçirik növbəti R-ə baxıram. R üçün yazsaq, R üçün, baxın, bir addım yuxarı getdim. Sonra sağa dönürəm. Deməli, bir addım yuxarı bizdə müsbət sayılır. Sağa döndük, müsbət, müsbət, müsbət. Aşağı düşdük, mənfi. Sağa döndüm, müsbət, müsbət. Yuxarı getdik, müsbət. Sağa döndük, müsbət, müsbət. Və aşağı düşdük, mənfi. Neçə addım elədi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 addım. Deməli, R-də 12 addımımız var. 12 addımımız var. Və müsbət 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-dur. İkisi mənfidir. Ondan 2 çıxanda qalır 8. Sonra dostlar, bunu da yazdıqsa keçirik P-yə. P üçün yazsaq, deməli, məcburuq ki, aşağı düşək. Yuxarı yer yoxdur. Aşağı mənfi. Sağa gəldik, müsbət, müsbət. Yuxarı çıxırıq, müsbət, müsbət. Sağa gəlirik, yenə müsbət. Yuxarı müsbət. Sağa yenə müsbətlər. Yuxarı müsbət, bir dəfə də sağa müsbət. Cəm neçə addımdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Deməli, P üçün 13 dənə addımımız var. Və dostlar, 13 addımdan 12-si müsbət, biri mənfidir. 12-dən birini çıxanda qalır 11. Deməli, bunun xalı 11 olacaq. Və nəhayət, T üçün yazsaq, T üçün indi bunları silirəm. Dostlar, T-yə görə biz deməli, nə edirik? Aşağı, aşağı, düzdürmü? Daha doğrusu aşağı, sol, deməli aşağı mənfi, sol da mənfi. Əslində fərq eləməyəcək, heç bir fərqi yoxdur. Yenə də eyni şey alınır. Aşağı, sol, yenə aşağı, düzdürmü? Sonra sol, yenə mənfilərdir. Yuxarı getmək müsbət sayılır, sağa getmək müsbət sayılır. Yenə yuxarı müsbət, sağ müsbət. Bu zaman deməli, T-nin addımlarının sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 addım eləyir. Bu addımlardan deməli bizdə 5-i mənfidir, 7-si müsbətdir. 7 dənə müsbət, 5 dənə mənfi bizə 2 bal verəcək. 7-dən 5-ini çıxanda 2 qalır. Və dostlar, indi suallara baxıram. Deyir, xəzinəyə ən qısa yoldan çata bilən yarışçı hansıdır? Ən qısa 10 addımdır və U-dur. Bu olacaq bizdə Y variantı. 89-da deyir ki, yarışı müsbət xalla bitirən yarışçılar arasında xəzinəyə ən qısa yoldan çata bilən hansıdır? Müsbətlərdən müsbətləri dediyi üçün mən U-ya baxmıram. Müsbətlərin içində ən qısa yolla çatan S-dir. Ona görə S-i götürürük C variantı. Deyir, ən qısa yolların uzunluğu bərabər olan yarışçılar arasındakilardan hansıdır? Hansı ikisinin deməli ən qısa yollarının deməli uzunluğu bərabərdir? R-lə T-də. Buna görə R-T, bu da B variantı olmalıdır. Və dostlar, keçirik nəhayət 91. 91-də açıq sual verilib, xəyali kəsik sualdır. Bir dəfə diaqnal istiqamətdə qatladı. Ondan sonra alınan üç bucağı bir də götürdü qatladı. Dostlar, diaqnal istiqamətdə qatlayırıq.
Növbəti qatlama da yenə diaqnal istiqaməti verir. Deməli, biz variantda elə bir kəsiklər almalıyıq ki, həm baxın bu istiqamətdə diaqnal kəsiyi güzgü əksi olsun, həm də beləsinə baxın güzgü əksi olmalıdır. Dostlar, diaqnal istiqamətdə güzgü əksi axtaracamsa, gəlin bölək. Baxın, bu üçbucaqla bu üçbucaq simmetrikdir. Dairənin hər iki yarısı simmetrikdir. Bundan bu. Kvadratla digər kvadrat. Kvadratın bölündüyü üçbucaqlar. Balaca deməli yarım dairələr. Bu yarım dairələr və aşağıdakı, baxın, deməli kvadratın yarı hissələri simmetrikdir. Və yaxud da digər hissəyə bölsəm, yenə simmetrik hissələr alacam. Yəni, buradan alırıq ki, 1 bu açılışa uyğun gəlir. 1 elə 1-dir. Dostlar, 2-ni də diaqnal istiqamətdə bölürəm. Tam ortadan bölürük. Dairə bərabər hissəyə bölündü. Üçbucaq 2 bərabər hissəyə bölündü. Qarşı üçbucaqlar simmetrikdir. Baxın, ox işarələri simmetrikdir. Sonra dairələr simmetrikdir. Dairənin yarıları simmetrikdir. Və yaxud da bu diaqnal əksinə əksi formada göstərsəm, baxın, belə bir diaqnal formasını göstərsəm, yenə bu zaman baxın, dairələr simmetrikdir. Görək, düzmü dedik? Yox, eyni şeyi göstərirəm. Deməli, baxın, əksi istiqamətdə belə bir diaqnal formasını göstərsəm, yenə baxın, bu üçbucaqlar simmetrik, bunlar simmetrik, ox işarələri simmetrik, dairələr simmetrik. Yəni, 2-də heç bir problemimiz olmayacaq. Sonra dostlar, keçirik 3-ə. 3-də diaqnal istiqamətdə böləndə, baxın, bu üçbucaqla bu üçbucaq eyni görünüşə malik deyil, əks olmalıydı, düzdür? Və yaxud da bundan bu eyni görünüşə malik deyil. Biri elə bil içəri baxır, digəri kənara baxır. Ona görə deməli 3-də diaqnal əksi yoxdur. Yəni 3-ü götürməməliyik. Dostlar, 4-ə baxsaq, yenə 4-də diaqnal güzgü əksi axtarıram. Baxın, ox işarələri hansı necə istəyir elə dönür. Bu ox işarəsilə bu eyni formada əksinə dayanmalıydı. Amma baxın, əks formada dayanmayıblar. Və yaxud da bu sola gedir, bu sağ tərəfdə. Baxın, sağa gedir, yəni formaları simmetrik deyil. Ona görə 4-də də diaqnal əksi yoxdur. Və nəhayət 5-ə baxsaq, 5-də də eyni vəziyyətdir. Baxın, diaqnal əksi axtaranda oxlar necə istəyirlər, elə hərəkət edirlər. Ona görə burada da diaqnal əksi yoxdur. 5 də çıxır. Qalır bizdə yalnız 1-dən 2. Yəni, cavabımız 1-2 olacaq. Dostlar, keçirik 92-yə. 92-də fiqurların saylarından söhbət gedir. Burada diqqət etsəz, düzbucaqlı olan fiqurlar var, kvadrat formasında fiqurlar var və üçbucaq formasında olan fiqurlar var. Dostlar, alfadır, betadır, bir də romb işarəsidir, bu fiqurların sayını göstərir. Biz diqqət etsək, bizim burada 5 dənə üçbucağımız var. Yəni, beta bizdə üçbucaqların sayını əks etdirir, qarşısında 5 yazıldığı üçün. Bizim bəs 3 dənə nəyimiz var? 3 dənə bizim düzbucaqlımız var. Yəni, romb işarəsi düzbucaqlını ifadə edir. Onda alfada bizdə kvadratları ifadə edəcək. Kvadratdan neçə dənə varımızda? 6 dənə. Yəni, buradan alıram x6-dır. Dostlar, ikinci fiqurda da 6 dənə kvadrat var. Baxın, kvadratın sayı. İkinci sırada üçbucağın sayı olmalıdır. Üçbucaqdan 3 dənədir. Yəni, alırıq ki, y3-dür. Və düzbucaqdan bir dənə də altda da 1 yazılıb. Eyni qayda ilə birinci kvadratın sayını yazmalıyıq. 3 dənədir. Sonra üçbucağın sayını yazmalıyıq. Deməli, 4, yuxarıda da 3 dənə, 7 dənə var. Və sonra düzbucaqlının sayını yazmalıyıq. Bu da 3 dənədir. Və x-im 6, y-im 3, z-im 3 toplayanda bizə 12 verir. Cavabımız 12 olacaq. Sonra dostlar, 93-ə baxırıq. Deyir ki, qrafiklərə görə ən çox alma və ən az armud yığıma ən az armud yığımından neçə dəfə çox olmuşdu, məndən bunu istəyir. Dostlar, qrafikə mütləq diqqət edəməlisiniz. Alma yığımını sentinerdən verib, armud yığımını isə kiloqramdan verib. Biz bilirik ki, 1 sentiner bərabərdir bizdə 100 kiloqrama, düzdür? Ona görə 60 yazıbsa, bu 6000 deməkdir. 5000, 4000, 3000, bir də 2000 yazırıq. Ən çox alma yığımı bizdə, baxın, 2006-cı ildə 6000 olubdur. Ən az armud yığımı 2006-cı ildə 30 olubdur və məndən ən çox alma yığımının, deməli, ən az armud yığımına olan nisbətini istəyir. 6000-də 30-a böləndə bizə 200 verəcək. Buna görə cavabımız 200-dür. Növbəti dostlar, keçirik, deməli, 94-ə. 94-də aşkar operator sualı verilib və aşkar operatorun şərt operatorudur. Dostlar, birinci mötərizəyə baxıram. 2 operator işarəsi, deməli, bizə 2 verir, düzdür? Operatorun deməli, solu A-dır, sağı B-dir. Solla sağ tərəf bərabər olduğu üçün buradan alırıq ki, AB-yə bərabərdir. AB-yə bərabər halı dostlar ikinci halda var. Yəni A-nın kvadratının üzərinə B-ni gəlməliyəm. 2-nin kvadratının üzərinə 2 gəlirəm. Bu da 4 ilə 2-nin cəmi 6 eləyir. Alırıq ki, mötərizənin qiyməti 6-dır. Bu dəfə dostlar 6
operator işarəsi, deməli, onu həll eləməliyik. Yenə operatorun solu A-dır, sağı B-dir. 16-dan böyükdür, yəni B A-dan böyükdür. B A-dan böyükdürsə birincini icra eləyirəm. 6-nı A-ya vururam 3-ə. Üzərinə gəlirəm 2-ni B-yə vururam 10-a. Bu da 18 ilə 20-nin cəmi 38 edir. Buradan alırıq ki, bizim cavabımız 38 olmalıdır. Və dostlar, nəhayət 95-ə baxırıq. 95-ci sualda bizə 5 dənə söz verib və Venn diaqramı ilə neynir? Bunları ifadə eləməyə çalışır. At, ram, mart, may və tam sözləri. Bizə deyir ki, buna əsasən verilən rəqəmlərlə bu sözlərin hərflərini şifrələmişik. 1, 2, 3 rəqəmlərinə hansı hərflər uyğun gəlir, bunu tapın. Dostlar, diqqət etsəz, 2 bütün dairələrin içində var. Baxın, bu dairədə də var. Bunda da var, 3-cüdə də var, 4-cüdə də, 5-cidə də var. 2 hamısında varsa, deməli hamısının ortaq hərfidir. Və bizim sözlərin hamısında A hərfi iştirak edir. Buradan alırıq ki, 2 bizdə, deməli A hərfidir. Dostlar, 2 A hərfidirsə, A hərfi C variantında var. Deməli, 2-yə gətirib C variantını yazıram. Sonra dostlar, 2 tapdıq ki, A hərfidir. Biz bilirik ki, mart sözündə 4 dənə hərf var. Qalanlarında 2 dənə hərf var. Elədir? Qalanlarında 2 dənədir. Mən buradan daha tez martı bir də at sözünü tapa bilərəm. Atda 2 dənə hərf var. Digərlərində 3, bir də 4-dür. Dostlar, buradakı bu dairəyə baxsaz, bu dairənin içərisində 2 dənə rəqəm var. Aydındır. Biri A-dır, onda digər nə olmalıdır? T olmalıdır ki, bu deməli at sözünün kodudur. Aydındır. 2 dənə hərf olduğu üçün gətirib bura T hərfi yazıram. Birin kodu T hərfidir. T bizdə B variantındadır. Ona görə 1-ə B variantı yazırıq. Və dostlar, biz bilirik ki, ən çox hərf bizdə mart sözündədir. Mart sözündə 4 dənə hərf var. Onda deməli dostlar, mart olacaq bizdə, baxın bu dairə. Bu dairədə 4 dənə rəqəm iştirak edir. Onda 3 ilə 5 bizdə tapılmayıb. Biri M hərfidir, bir də R hərfidir. Dostlar, M hərfindən ramda, martda, mayda, bir də tamda var. Yəni 4 dənəsində iştirak edir. Onda M hərfi məndə 3 olmalıdır. Baxın, 3-dən 1, 2, 3, 4 dənə dairədə var. Yəni 4 dənə dairədə olması 4 dənə sözdə olması deməkdir. Deməli 3 bizdə M hərfi imiş. 3 M hərfidir ki, 4 dənə dairədir, yəni 4 dənə sözdə iştirak edir. 3 M hərfidirsə, 3-ə də gedir bizdə Y variantı. Yəni aldıq ki, 1-də B-dir, 2-də C-dir, 3-də də Y-dir. Dostlar, izahımız bu qədər. Bu bizim deməli bu il üçün nəzərdə tutulmuş sonuncu sınav imtahanı idi. Sizə imtahanda bol-bol uğurlar arzu edirəm. İnşallah hər kəs istədiyi nəticəni əldə edər. Sağ olun, salamat qalın.